Salam dostlar, axşamınız xeyir olsun. Dostlar, yayım yeni açılıb, zəhmət olmasa məni sevgiləri atın, bir də yayımızı bəyənin. Bəli, sizin verilişiniz başladı. Fred. Yeni qoşulanlar, hər birinizi salamlayıram. Zəhmət olmasa yayımızı bəyənək və paylaşaq. Məni sevgilərdən ataq, yayımı bəyənək və paylaşaq. Yayımız qalxsın yuxarı, sonra insanları, problemi olan insanları qoşarıq, hüquqla bağlı maraqlı söhbətlərimizi eləyərik. MD, salam, səni də salamlayıram. Koreya, səni də salamlayıram. Rövşən, səni də salamlayıram. Oğuz, səni də salamlayıram. Hər birinizə təşəkkür edirəm. Yayıma dəstək olan, hədiyyə atan, bizim ailənin dostları da hamısı. Biz artıq dostlar, burada artıq ailə deməyək, bir yaxın çevrəli bir dostlar olmuşuq. Əksəriyyətimiz artıq virtual bir-birimizi tanıyırıq. Bir komanda halında hər gün bu yayımdayıq. Dostlar, zəhmət olmasa yayını bəyənək. Bəyənək və paylaşaq. 300 nəfərə qalxmışıq, yayımızı biraz yuxarı qaldıraq. Bunu ancaq biz bəyənməklə eləyə bilərik. Siz təşəkkür edirəm, minnətdaram. Tural, buyurun Tural. Dünən yayımız qeyri-adi bir insana qoşulması ilə başlamışdı. Ümid edirik ki, bu gün normal bir söhbət. O elə vüqarı qoşumda. Qeyri-adi insandan sayıla vüqarı qoşumuşuq. Vüqarla başlayaq. Salam Vüqar, necəsən? Aleyküm salam gözəl insan, sağ olsun, necəsən müəllim? Ay Vüqar, dünən toyun necə keçdi, de görək. Şükür yaxşı idi müəllim. Allah razı olsun, hər şey Hər qaydasında. şey yaxşı idi, şükür Allaha. Nə gözəl ay Vüqar. Məni sevatında zəhmət olmasa yeni gələn izləyiciləri də salamlayıram. Moderatorları da salamlayıram. Yayımın qalxması məni sevdən bir də sizin atdığınız hədiyyələrdən asılıdır. Xahiş edirəm. Çoxdan da 1K-nı saxlaya bilmirik. Qalxırıq 1K-ya düşür aşağı. Bacardığımız qədər yayıma dəstək olaq. Yox Fred, Vüqarla realda görüşməmişik. Dostlar, 320 nəfərdir. Zəhmət olmasa yayımı qaldıraq. Bəyənməklə yayımı qaldıraq yuxarı. Bir də ancaq TikTok'un kurallarına görə hədiyyə ilə qaldıra bilərik. Tural, buyur Tural. Müəllim salam, necəsiniz? Axşamınız xeyir. Salam, axşamınız xeyir. Buyurun, buyur. Mən çox sağ olun, təşəkkür edirəm. Məni ikinci dəfə qoşursunuz. Biz 2 ay öncə də danışmışıq. Müəllim, mən sizlə realda görüşmək istəyirdim. Burada Vüqar bəyə də yazmışdım. Nəsə cavablandırmadı. Dünən sırağa gün yazmışam. Necə əlaqə saxlayaq sizlə? Siz Instagramda yazın mənə, mən sizlə danışarım. Üzbəüz danışmaq istəyirəm. Yəni, vacib məsələ. Bildim, Instagramda yazarsınız, danışarım. Oldu müəllim, çox sağ olun. Sağ olun, təşəkkürlər. Sağ olun. Yox, yayımda donma yoxdur dostlar. Əgər donma varsa, bu sizin öz telefonunuzdan. Bizdə donma yoxdur. Girmiştin ana. Buyurun. Mirzəyev, buyurun danışın. Mirzəyev, danışın. Abi işin ararsan qadınam, nə var, nə yox? Sağ olun, yaxşı olasınız. İşin gücün var qay, nə tərsən, nə var, nə yox? Sağ ol, tanımadım. Kim idi? Mirzəyev. Ay, nə tanıyır, yaşdaşmışıq da, qaddan qalıb sənin. Ay, başın gözün də məni kimi ağarıb. Nə var, sən neyirsən atam? Hə, doşandır. Hə, salam, necəsən? Nə var, nə yox? Sənin familyan Mirzəyev. Mənim gözəl xalab oğlu. Hacan? Sənin familyan Mirzəyev deyil axı. Ha, Rövşənindir, hər gün sənə bunun telefonundan baxıram, İstanbuldayam. Eləmi? Nə gözəl. Bunlar səni sevirlər, bunlar səni çox istəyir. Bütün aşağı evli sənə baxır telefonda. Hə, nə gözəl. Salamlar olsun. Bir şəxsi də mənə Aleyküm salam, yazarsan. aleyküm salam.
Hə, qaddan qalım. Nə tərsən, nə var, nə yox. Sağ ol, sağ ol. Sağ ol. Şəxsidə yazarsan mənə danışarıq. Ondan başım çıxmır, intası tapdıracağam səni. Yaxşı. Ya. Özüm istədim elə o şərəfə nail olum da, sənin səsini eşidim. Sağ ol, çox sağ ol. Minnətdaram, minnətdaram Doğuşan. Sağ ol, çox. Sağ ol qaddan qalım. Sağ ol başım. Salam söyle. Əleyk salam var. Bütün qardaşlarımızın aşağı əhlinin 90% sana salam söylüyor. Sağ İstanbuldan. olsunlar, öpürəm, bağrıma basıram, yeyini için dincəl. Bir imkan verirsən, nə danış? Hə, bu kəndçilərim idi, qohumlar idi dostlar. Olur da belə şeylər, bir də qohumlar tez-tez xatırlayır bizi. Məni sev atmayanlar məni sev atında zəhmət olmasa. Buyurun Mehriban xanım. Haklısın. Mehriban xanım, buyurun. Əli də yapıyorum. Hüseynov, Salam. buyurun. Salam. Salam, axşamınız xeyir müəllim. Axşamınız xeyir. Mən bir mövzu haqqında danışmaq istəyirdim. Bir xanımla tanış olmuşdum mən. Aha. Məni o ilişdirdi, mənim 1500 manat pulumu aldılar da polislər. Yəni haqsız yerə məni ilişdirdi. Nətər ilişdirdi? Danış görüm, harda tanış olmusan? Nə TikTokda qədər tanış- münasibətin? TikTokda tanış olmuşdum müəllim. Bununla görüşdüm. Hə. Aha, TikTokda nətər tanış olmuşdun? Bir də görək. Mənə takib atmışdı. Mən də tanış oldum bundan. Görüşdük, elədik. Sonra gəldilər məni apardılar. Yəni belə. Bildiyiniz kimi. Yox, sən nə fason görüşmüsən ki, gəlib səni aparıblar? Adam adamla görüşər də, buna görə polis gəlib aparır adamı. Hə, də konum atdı, gəldilər apardılar da. Hə, beləncə mənim başım iş gəldi. Haqsız yerə. Yox, bildim, sən neynəmişdin ki, 1500 manat pulunu alırdılar? Onu da burada deyə bilmirəm də, yəni indi özünüz bildiniz. İndi mən bilmirəm də, indi sən neynəmisən, nə ayırmısan? Hər halda nə eləmisənsə düz iş görməmisən. Yəni özü məni ilişdirdi, yəni belə deyim. Bax dostum, Bəli. qadınla tanış olub, münasibət qurub, otelə girib, gedib hansısa münasibətdə olmağın heç bir inzibati və cinayət məsuliyyəti doğurmur. Bilirəm, hə, gəldi üzümə durdu da, o ilişdir, üzümə durdu mənim Bəlkə, eşit. bəlkə deyib ki, sən onu zorlamısan. Bəli, bəli. Ayda bu başqa məsələ artıq. Hə, üzümə durdu eşinə. Onlara işləyirdi, yəni beləncəsinə, yəni başıma iş gəldi mənim. İndi biz deyənməliyik, onlara işləyirdi, kimə işləyirdi. Hər halda TikTokda tanış olduğun adamla harasa otelə getməyin özü bir ağılsızlıq. Elə o cür münasibətlərini heç vaxt axırı yaxşı qurtarmır. Bunu biləsən. Bu sana bir dərs olsun da dostum. Eləmək olmaz belə şey. Yəni durduğum yerə bir 10 günün söhbətidir müəllim. Bax, mənə belə başıma iş gəldi. Durduğun yerdə olmayıb da, TikTokda eşələndiyin yerdə olub. Durduğu yerdə heç kəsin başına bir iş Bildim, indi gəlmir. mən necə edə bilərəm? Yəni nətr eləmiyorlar indi o 1500 manatı ya qızı. 1500 manat. 1500 manat səndən kim alıbsa, rəsmi qaydada prokurorluq orqanlarına müraciət edin. Hmm. Hansı rayonda olubsa, o rayonun prokuroruna müraciət elə ərizə ilə. Ancaq qanuni yolu budur. Əgər dediyin həqiqətdirsə. Heç qanun var ki, müəllim, qanun yoxdur. Elə qanun Qanun var. Qanun niyə yoxdur ki? Get birinə bir şillə vur, səni tutsunlar, qoysunlar içəri. O barədə vardı, indi bu barədə yoxdur. Bu barədə qanun verməzdin də qardaş. Səni zorla döyüb əlindən pul alas döydülər ki. Niyə verirdin ki? Dedi tutacağıq səni, nə bilim nə. Mən də deyirəm ona görə. Hələ qorxub gəldilər müəllim. Mən də deyirəm ona görə tutqu yoxdur da. Hə, dedi sən tutacaq yox, belə elə. Mən də nə bilim, kirdi Bilirsən, götürdüm. çünki bilirsən niyə? Çünki hüquqlarını bilmirsən ona görə. Hüququnu Telefon bilən da əlimdən adam- almışdılar, heç kimə deyə bilmədim. Bildim də, laf telefonu əlindən alsınlar. Deyirəm, mənə sütka vermirsiniz, verin. Nə ilə tutacaqlar? Zorlama ilə birincisi prokurorluq cinayət işi aparır, polis aparmır. İkincisi də
bunu sübut eləmək lazımdır. Elə hər adam deməklə ki, bu filan kəs məni zorlayıb, buna görə aparıb pul verməli deyilsən ki, o sübuta yetməlidir. İndi sən qorxuya düşmüsən, kimsə nəsə sənə nəsə təklif eləyib, hansısa əməkdaş razılaşmısansa, düz eləməmisən. İndi hər halda hansı polis şöbəsidirsə, həmin ərazinin qanunla prokuroruna müraciət eləməlisən, rayon prokuroruna. Ki, başıma belə iş gəlib, hadisə olub, prokurorluq səviyyəsində bu məsələ araşdırılmalıdır. Yazışmalar yəni var telefonda, yəni hər şey onunla yazışmalar. Ha. Onunla yazışmalar var, yenə deyirəm, götür prokurorluğa bir dənə ərizə yaz. Oldu müəllim, çox sağ ol. Sağ ol. Təşəkkür. Bu zorlama elə bir cinayətdir ki, dostlar, bunu sübut eləmək çətindir. Orada qarşı tərəfdə xəsarət olmalıdır. İndi Rövşən düz deyirsən, haradasa indi serjant, merjant ilişib, nəsə xof gəlib, bu başqa məsələ. Amma bu yuxarı rəhbərlik səviyyəsində 1500 manatla kiminsə zorlanmasının bağlanması gülüncdür bu. Bu mümkün olan şey deyil belə şey. Əgər zorlanma faktı olsaydı, onu doğrudan da həbs eləyərdilər. Bizim hüquq fakültəsində bir müəllimimiz var idi. Həmişə deyirdi ki, bir kişi bir qadını zorlaya bilməz. Yəni fiziki cəhətdən də mümkün deyil. İndi yarı zarafat deyirdi. Buyurun adaş, mən sizi qoşdum. Müşfiq bəy, buyurun. Dostlar, mən burada yazılan hər şeyi ya görmürəm, ya da oxuya bilmirəm. Kim qoşulmaq istəyir, qonağa yuxarı qalxmaq lazımdır. Hər sualın cavabını mən burada verə bilmərəm ki. Səid, çox sağ ol, təşəkkür edirəm. Hacıyev, buyurun. Hacıyev. Sənət getməyib işlər. Bunlardan nədir özləri? Vüqar, təşəkkür edirəm, Vüqar. Sən də həmişə dəstək olmuşsan bizə. Məmmədov, Nuru, çox sağ ol. Sorğu göndərənlərin sayı çoxdur. Müsafirə qoşulmaq istəyən varsa da cümsə 1-2 dənə gül atın. Adınız yuxarı cərgə. Bəli. Buyurun, Yüzer. Salam Müşfiq bəy. Əleyhissalam. Necə sınav var, nə yox? Sağ olun, təşəkkürlər. Buyurun, bəy. Sizə bir sual vermək istəyirdim mən. Buyurun. Mən 2020-ci il müharibə iştirakçısıyam. 44 günlük. Amma veteranlıq ala bilmirəm də. Nazirliyə də ərzənə müraciət eləmişəm. Nazirlik mənə imtina verir. Sən yəqin xidmət elədiyin hərbi hissə döyüş əməliyyatlarında iştirak eləməyib, ona görə. Ümumiyyətlə o hərbi hissə yoxdur da, müharibə dövründə yaranıb, sonra dağılıb. Bildim də döyüş əməliyyatlarında iştirak eləməyib də, ona görə veteranlıq verilmir də. Sən harda xidmət eləmirsən? Ağdamda. Bildim də, döyüşdə olmusan, Aktiv döyüşdə yox, arxa cəbhədə. arxa cəbhədə olana veteranlıq verilmir. Qanun ancaq ön cəbhədə döyüşənlərə veteranlıq verir. Sən müharibə görməmsən, arxada rezervdə olmusan, nə müharibə veteranı istəyirsən? Amma eyni məndən xidmət edən uşaqlar alıb axı. Yox, ola bilməz. Kimlər ki, ezam olunublar qabağa döyüş bölgəsinə, onlar ancaq verilə bilər. Geridə qalanlara verilmir. Qanun belə deyir. Oldu, çox sağ olun. Sağ olun, təşəkkür. Buyurun, təhsil. Salam Müşfiq müəllim, axşamınız xeyirli olsun. Necəsiz? Sağ olun, Sizləri təşəkkür. izləmək bizləri qürurlandırır həqiqətən. Allah ürəyinizə görə versin. Siz Azərbaycana dəyərli həqiqətən oğullardan birisiz. Müşfiq müəllim, bir məsləhətinizə bir ehtiyacımız var. Deməli, bildiyiniz kimi Azərbaycan Respublikasının prezidenti tərəfindən sənəcamına əsasən 2023-cü il 4 sentyabr Xınalıq köç yolu, tarixi mədəniyyət və etnografiya qurğunun yaradılması haqqında
və bizim ərazilər bu köç yolunun bir hissəsinə düşür və bu zaman biz 96-cı ildə torpaq bölünməsi zamanı bizə verilən torpaq çıxarışları falan sonradan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, yəni bölməsi tərəfindən məlumat verilir ki, bu köhnə çıxarışlardır. Sizin torpaqlarınız heç də burada deyil və bizə yenidən çıxarışın təqdim olunması üçün biz daşınmaz əmlaka müraciət edirik və oradan yenidən ödəniş edib çıxarışları çıxarırıq. Yerimiz nə qədər də azalsa da fikirləşirik, düşünürük ki, bu bizə kifayət edir. Amma həmin ərazilərə nəzarət edən bir gözətçi, heç bir təhsili olmadan ora təyin olunan gözətçi və ondan sonra həmin gözətçinin rəhbər şəxsləri həmin ərazidən keçən köç yollarına, yəni heyvanların, sürü heyvanlarına ərazilərə soxulmasına icazə verir. Onun qarşılığında pul müqaviləsində nəsə heyvanlar alır və həmin bizim ərazimizdə olan meşə fondundan kəsilməsi biz dəfələrlə şikayət etsək də, yəni həmin insanlar hal-hazırda kənd təsərrüfatında bir iki ailə üzvüdür, heç biri işləmir, heç bir qazanc yeri yoxdur, sadəcə kənd təsərrüfatından dolanır və bunları bir gözətçi və kənd daim də, yəni belə deyək, kənd təsərrüfatının Quba şöbəsi tərəfindən sıxışdırılması və biz dəfələrlə polisə müraciət etsək də bunların hal-hazırda haqlı tərəfdə çıxmaları bizləri çox narahat edir. Bu haqda sizin məsləhətinizə ehtiyacımız var və məsələ bundadır ki, 96-cı ildə bölünən bir torpağın necə ola bilər ki, indiki bu gündə daşınmaz əmlak tərəfindən səhv çıxarıla bilər ki, bəli 96-cı ildə verilən aktlar, torpaq aktlarının səhvdir, yenidən torpaq bölgüsü və ya bu torpaq bölgüsü yenidən keçirilməlidir, hər kəsin payına düşən torpaq verilməlidir, düzdürmü? Bu necə ola bilər? Gəl belə danışaq da. Zaman-zaman dövlət orqanları biri digərinin qərarını təkzib edə bilər. Sizin bu məsələniz ümumiyyətlə hüquq mühafizə orqanları tərəfindən araşdırıla bilməz. Bu sadəcə məhkəmə predmeti olmalıdır. Siz bir vəkil tutmalısınız və mülki qaydada məhkəməyə mübahisə edib həmin qərarların qanuniliyini təsdiqlətməlisiniz. Yəni o vaxtki qərarların. İndi o əgər ləğv olunubsa cavabdeh kimi hansı təşkilat qoyulmalıdır, hansı iddia tələbi irəli sürülməlidir. Bax, bunlar vəkillə oturub o sənədlərə baxıb dəqiqləşdirilməlidir. Bunu yəni hüquq mühafizə orqanları, prokurorluq, polis bu məsələyə baxmayacaq. Ona görə onlara şikayət Bilirəm, eləmək zaten baxmayacaq. Başa düşürəm, baxmayacaq. Yəni mən belə düşünürəm ki, bir vəkil tutmaq və bununla məhkəməyə müraciət etmək qanuni yolla. Amma məsələ məhz burdadır ki, biz illərdir artıq izləyirik də. Yəni köhnə ta qədimlərdən bu torpaq bölgüsü üzərindən kimlərsə o vaxt belə deyək də, hər hansı ağası olub, bu yaxşı torpaqlar mənimdir, bu yerlər mənimdir, kəndçiyə dağlıq ərazilər verilib. Sonra da bugünkü gündə də onların biz problemlərini, bizlərin üzərimizdə qalan problemləri biz yaşayırıq da, düzdürmü? Yəni bu nə dərəcədə doğrudur? Buna bir nəzarət edən bir komitəmi, bir siz və onun qarşılığında bir sualda ünvanlayayım. Müşfiq, hər hansı bir əgər o torpaqla verilsin, torpaqla bağlı bizim əgər mən düşünürəm ki, köç yolu üzərinə o torpaq düşürsə, onun qarşılığında dövlət və ya əlavə torpaq verməlidir, ya da kompensasiya verməlidir onun qarşılığında. Əlbəttə ki, əgər o torpaq sizə məxsusdursa və dövlət nəfinə alınmalıdırsa, onun əlbəttə ki, kompensasiyası ödənilməlidir. Dostum, bununla bağlı vəkil tutmalısan, sən. Yəni çox böyük bir məsələdir, böyük bir məsələdir və bilsiz necədir və orada təyin olunan şəxslərin heç birinin təhsilsiz olması və ağalıq etməsi, insanlar narahat etməsi. Cənab prezidentimizin də o dəfəki görüşlərində bildirdi ki, şəhərdən kəndə axın etməliyik. Kənddən artıq kəndlərdə boşalma gedir. Nəyə görə? Çünki bugünkü gündə kənd təsərrüfatında məşğul olan insanlar sıxışdırılır. Birbaşa bu cür hallarda ekologiya tərəfindən sıxışdırılır. İnanın o dağlıq ərazilərində heç birinə qaz ehtiyatı yoxdur. Adi çöp gətirən, odun gətirən insanlar sıxışdırılır hüquq mühafizə orqanları tərəfindən, digər ekologiya tərəfindən sıxışdırılır. Bu insanlar da öz çıxıb oradan getmək istəyir. Artıq kütləvi şəkildə axın baş verib, yəni həmin kəndlərdən boşalıb insanlar şəhərə doğru gəlmək istəyir. Bilsiz necə? Təminatı məsələni başa düşürük. Sən gedib meşəni qıra bilməzsən də, təbii ki, ya onu başa düşürük, amma bugünkü gündə qaz ehtiyatı olan bir yerdə o insanlar istiliyi necə təmin etməlidir? Ən azı o ağac qırıntıları, köhnə ağacların, qocalmış ağaclardan istifadə etməlidir də, düzdürmü? Bildim. Hər halda bu bizim mövzunun müzakirəsi deyil də. Yox, təbii ki, müzakirəsi deyil. Sizin vaxtınızı almayaq, bu qədər insan burada izləyir. Hər bir sualı var, hər bəlkə də almaq istədiyi bir cavab var, amma çox doğru bir cavab verdiniz. Təşəkkür edirik. Yenə də deyirəm, yəni bu haqda biz düşünürük ki, siz necədir? Məsələ bu yandadır. Burada maddiyyatlar rol oynayır.
Yəni ondadır ki, bu insan yəni heç bir maddi gəliri yoxdur. Bu vəkil tutmaq üçün də ödəniş etməlidir. Onun üçün də etməlidir. Bunun üçün də haqsız biz necə haqlı ola haqsız çıxması insana çox pis təsir edir də. İnsan özünü haqlı hesab eləyirsə, hesab eləyir ki, bu haqlıdır və məhkəmədə udacaq, o zaman tutduğu vəkilin pulunu sonda qarşı tərəfin üzərinə qoya bilir. Yəni bunu siz bu cür qəbul edin. Əgər haqq ədalət sizin tərəfinizdədirsə, məhkəmə sizin xeyrinizə qərar çıxardacaqsa, bu zaman məhkəmə qərarında məhkəmə xərcləri cavabdeh tərəfin üzərinə qoyulur. Ən yaxşısı bir dənə vəkil tutun, qoyun o sənədlərə baxsın. Amma hüquq mühafizə orqanları bu məsələyə baxmayacaq. Biz harasa məktublar belə yazsaq cavabsız qalar deyə düşünürsünüz? Yox, vətəndaş kimi siz cavab alacaqsınız, amma vəkil sorğusu biraz fərqlidir də, onun statusu fərqlidir və o düzgün ünvanları müəyyənləşdirəcək. Siz istənilən yerə yaza bilərsiniz, amma vəkil daha doğru və düzgün yerə yazacaq. Təşəkkür edirik Müşfiqəyə, minnətdarıq. Çox sağ olun əzizim. Sağ olun. Sağ olun. Elza xanım, buyurun. Buyurun Elza. Xeyr, Müşfiq müəllim. Müşfiq müəllim, bir məsləhət almaq istəyirdim sizdən. Biz 3 nəfər zərər çəkmişik. Zərər çəkmiş 2 nəfəri Əliyeva Reyhan Rahib qızı dələduzluq eləyib bizə, 3 nəfərə. Üçümüzün də işimiz ağır cinayətlərdə gedir. Nə qədər puldur xanım? 35.000, 25.000, 4.000. Opşilikdə 64. Niyə vermisiniz? O pulları niyə vermisiniz? Biz vermişik elə bil ki, bizneslə bağlı. Bizi alladaraq, amma biznesi yox imiş, qızıl alver eləyəcəm. Amma bizi alladıb o pulları alıb, sübuta da yetirilib. 178.3.2 cinayət işi açılıb. Üçümüzün də işimiz ağır cinayətlərdə gedir. Və Əliyeva üçümüzün də işimiz zərər çəkmiş. Təqsirləndirilən şəxs bir nəfərdir də. Bir nəfərdir. Əliyeva Reyhan Rahib qızı, bəli, Yasamal rayonunda yaşayır. Deməli bu biz 3 nəfər zərər çəkmişik. Bu 2 zərər çəkmişi Əliyeva Reyhan gedib çekləri təqdim eləyib, mülki iddia qaldırıb bunlara 2 nəfərə. Birin Yasamalda, birin Sabahir rayon məhkəməsində. Zülfiyəni məhkəmədə 7.000 iddia qaldırıb, 7.000 alınsın Zülfiyədən verilsin, çeklər təqdim eləyib. Təqsirləndirilən şəxs. Təqsirləndirən şəxs eləyib Dələduz xan. Mənim yadıma düşürüb, bununla bağlı mənə o gün calaşmışdı. Yəqin sizin qarşı tərəfdən kimsə olub. Bəli. Mənlə danışıblar axı bu mövzunu. Belə olub. 7.000 iddia ərizəsi verib Dələduz xanım. Deməli 7.000 iddiada məhkəmədə çekləri təqdim eləyib. 16.500 manat həmin xanımın ayağına elə bir pul qoyulub da çeklərlə. Və iddia qaldırıb 7.000, bəs 16.000 niyə beləncə olub da? Yəni bu çeklərlə təqdim edib. Hətta orada çekləri müstəntiqdə səhv düşüb. Bəzi mənim elə bir məsəl üçün digər zərər çəkmişin çeklərin Zülfiyə təqdim eləyib, səhv düşüb də. Yəni 2-3 dənə çeklər səhv düşüb. Bəlkə də o bilərəkdən də eləyiblər o ki, burada nəsə taktika işlədiblər. Bildim. İddia ərizəsində tələb 7.000 olub. 7.000-dir, bəli, 7.000-dir. Amma qərar çıxarılıb, sabah apellyasiya vermişik, sabah apellyasiya məhkəməsi olacaq. Ola bilər ki, məhkəmə hazırlıq iclası zamanı iddia tələbinin həcmini insan böyütsün, tələbkar iddiaçı böyütsün. Ərizədə bunu göstərib, hazırlıq iclasında əlavə ərizə verib iddianın həcmini böyüdüb. Yəni belə şey mümkündür qanunla. Qərarda 16.500 çıxıb ki, yəni Zülfiyə qaytarsın Əliyeva Reyhana. Amma yəni iddiada, ərizədə 7.000 göstərir. Məhkəmənin hazırlıq iclasında əlavə ərizə verir, iddianın həcmini genişləndirir. Qanun buna icazə verir. Ona görə də hakim onu nəzərə ala bilər. Bəli, sonra ikinci zərər çəkmiş Nağıyeva Aynurəni eyni qaydada Sabahir rayon məhkəməsində beləncə udub. İkinci zərər çəkir. Amma üçüncünü uda bilmir. Üçümüzün də məhkəməmiz gedir orada. Ağır cinayətlərdə gedir. Və orada da səs yazması var ki, biz başqa taktikalarla işlərimizi görəcəyik. Onları belə eləyəcəm. Nədən narahatsınız? İndi biz sabah apellyasiyada uda bilərik, uda bilmərik. Sabah apellyasiya vermişik məhkəmədə. Mən onu deyə bilmərəm axı. O mülki işin içindəki sənədlərə baxmaq lazımdır. Onu buradan havadan necə deyə bilərik?
Bir də onu məsləhət almaq istəyirəm. Əgər bunlar iki zərər çəkmiş apellyasiyada udmasa, qərar həmin qüvvədə qalsa, bu cinayət işində təsir göstərə bilər. Cinayət işinə heç bir təsir göstərməyəcək o. Onlar da pulunu alacaq da, yəni həmin pulların. 100%. Cinayət işinə təsir göstərməyəcək. Nə beləncə biz narahatıq, çox narahatıq. Ona görə bir də bizim Mən deyirəm də, mən bununla bağlı 3-4 gün bundan qabaq sizlərdən Bəli, kimsə mənlə danışdı, Bəli. eyni sözdə ona dedim. bəli, bir Cinayət də işinə təsir göstərməyəcək. bəli, bir də bir məsləhəti alardım sizdən. Bizim 5-ci iclasımız olacaqdı. Bizim məhkəmədə hakimimiz apellyasiyaya yuxarı vəzifə verildi. Ona görə də iclasımız təxirə düşdü. Bizim yenidən Bakı hakimə veriləcək. Yenidən həmin 5 dənə iclas olacaq, yoxsa həmin yerdən qaldığı yerdən? Həmin yerdən qaldığı yerdən də davam edə bilər, başdan da başlaya bilər. Ona hakim qərar verəcək. Prosesi hardan başlasın? Yeni gələn hakim ona qərar verəcək. Ola bilər ki, əvvəlki protokolları qərarla qiymət versin, nəzərə alsın. Biz istəyirik ki, yeni hakim baxsa, yenidən baxsa, biz onun tutulmağını tələb eləmək istəyirdik orada. Yox, yəqin ki, 90% qaldığı yerdən davam eləyəcək. Çox sağ olun Müşfiq müəllim, Allah köməyiniz olsun. Çox sağ olun. Hüseynov, buyurun. Axşamınız xeyir. Salam, axşamınız xeyir. Mən sizdən bir dənə məsləhət almaq istirdim. Mən evladım 2025-ci il aprel ayın 10-da Hövsan qəsəbəsində 15 yaşında oğlan uşağıdır. 4 nəfər tərəfindən döyülübdür. Çənəsi 2 yerdən sınıb. Biz həmən ildə getdik Semaşka xəstəxanasında yatdıq 16 gün. Uşaq əməliyyat oldu, çənəsində implant yığıldı. Qarşı tərəf hər bir şey ödədi və sonunda biz o xəstəxanadan çıxdıq, evə gəldik və ondan sonra da qarşı tərəf bizdən maraqlanmadı. Mənim işim hal-hazırda Suraxanı rayon polis idarəsindədir. Orada Habil Hüseynov adında istintaq şöbəsinin baxılır. O həmin şəxs mənim işimə baxmır. Mən təkənayam. Uşağımı tək böyüdürəm. Yəni hər dəfə gedirəm, hər dəfə qəbuluna düşürəm. Bugün, sabah, bugün, bir ildir uje. Bir ildən artıqdır. Mənim işim Suraxanı rayon polis idarəsi baxılmır. Xanım, bir il istintaq getməz. O nə işdir ki, ondan ötürü bir il istintaq getsin? 15 yaşın uşağın implantı sökülməlidir. Mən buna imkanım yoxdur da, gücüm çatmır. Ki mən onu aparım. Bu işi niyə göndərmir məhkəməyə? Göndərmir. Deyir ki, bugün atası ilə danışmışam, nə bilim, əmisi ilə danışmışam, gözləyin, mən sizə qarşı nəsə də, yəni ödəniş kimi eləsinlər, sizə aparın uşağınızı, siz necə deyim, ərzə verməyin, uşaq nə bilim az yaşlıdır, onsuz da ona iş düşmür, düşməyəcək, nə bilim, belə sözlər deyir. Bəs yaxşı, iş düşmürsə, mənim 15 yaşım, bəlkə mənim uşağım deyil, başqasının uşağıdır. Elə iş düşmür deyə vurub cəmaatın balasını öldürməlidirlər. Niyə iş düşmür ki? Hansı maddələ cinayət işi qaldırıblar? Onu vallah mən bilmirəm. Uşağın çənəsi qırıqdır 2 yerdən. İndi hal-hazırda implant var. 15 yaşı var, 16 yaşı oldu o günlərim. Yəqin 127-ci maddə olub. Aha, bəli. 127 ikinci hissəni bilib qrup halında, yoxsa? Yox, tək olubdu. Qrup halında uşaqlar orada, amma bu tək vurubdu bunu. Vuran adam neçə yaşı var? 15 yaşı var onda. 127-ci maddədə məsuliyyət 16 yaşdan deyə xanım. Onun 15 yaşı var idi. Məhkəməyə versə də orada Bir ildir. Bir ildir mənim işim hələ də polis idarəsi, Suraxanı rayon polis idarəsi Habil Hüseynovdadır. Mənim işimi nə bağlamır, nə məhkəməyə vermir. Heç nə, mənim işim qalıb orada. Gözləyin bircə dəqiqə. Mən təkənayım. Vallahi and olsun. Zəhmət olmasa məni sevataq da yeni gələn izləyicilər, yayıma dəstək olaq izləyici sayımız qalxsın. Zülmlə evlad böyüdürəm. Bugün bir ay işləyirəm, şalvarını alıram. Bir ay işləyirəm. Təşəkkür edirəm Hüseyn. Dostlar, yayıma dəstək verən hər kəsə xüsusi təşəkkürümü bildirirəm. Xanım, bir dənə cinayət məcəlləsinə baxıram. Gözləyin. Yaxşı. %2 qaynar xəttə də zəng vurmuşam, hər yerə zəng vuram, heç kim mənim işimə baxmır. 102 tane nəyə baxacaq? İstintaqdadır iş.
Mən prosto bilmirəm ki, hara gedim, hara müraciət eləyim. Uşağın Xanım, əməliyyat olmalıdır. aydınlaşdıracağıq indi. Bir dənə gözlüyün zəhmət olmasa. Yaxşı. Yəni orada müstəntiqi də qınamıram. O ola bilər ki, o Qarşı tərəf deyir, sizə deyir, təzminat ödəsin deyir. Onsuz da deyir, ona iş düşməyəcək də. ona görə mən narahatam da. Bizə dəqiqə gözləyin. Mən sizdən bir söz soruşum. Onu olar ki, baş prokurorluğa ərizə yazım. Tələsirsiniz ey xanım, vallahi tələsirsiniz. Vallahi siz məni qınamayın. Vallahi Allah haqqı çox əziyyət çəkirəm. Qanun deyəndən sonra istəyir baş prokurorluğa hara yazırsınız yazın. Qanunun bir adı var. Əgər qanun onu məsuliyyət almayacaqsa, Səhifəyə takib atmayanlar Müşfiq müəllimin adının yanında plus işarəsi var. Zəhmət olmasa səhifəyə takib atıb məni sevgiyə ona atın. xanım, o cinayət məsuliyyəti doğurmayacaq. Müstəntiq onu göndərəcək, ona tərbiyəvi xarakterli. Teo, çox sağ ol. Təşəkkür edirəm Teo, sən həmişə bizə dəstək olmusan. Hüseyn, sənə də təşəkkür edirəm. Xanım, orada cinayət məsuliyyətinə cəlb etmə yaşı 16 yaşdan yaranır. 16 yaşına çatmadığına görə o cinayət məsuliyyətinə cəlb olunmayacaq. Ona görə siz müstəntiq sizə düzgün yol göstərir. Yəqin müstəntiq onları sıxır ki, heç olmasa sizə ödəniş eləsin. Müstəntiq onu məhkəməyə göndərsə, məhkəmə ona cəza verməyəcək, yəni tutmayacaq. Teo, çox sağ ol, təşəkkür edirəm əzizim. Minnətdaram sənə. Burada sizin şikayət eləməyin də əhəmiyyəti yoxdur. Çünki sizin oğlunuzu vuran adamın 15 yaşı var. 16 tamam olmadığına görə o maddə ilə məsuliyyət alınmayacaq o. Bunlar dalaşanda 15 yaş olub. İndi oğlanın 16 yaşı var. Fərqi yoxdur. Əsas cinayət törədən anda 16 yaşına çatmalı idi. 16 yaşa çatmayıbsa heç bir məsuliyyət daşımır o. Cinayət məsuliyyəti daşımır. Tərbiyəvi xarakterli ona işlər təyin olunacaq. Yəni orada məsuliyyət alınmayacaq da. Yəni bu adam cinayət məsuliyyəti alınmayacaq. Bəs Müşfiq müəllim, mən uşağı əməliyyat elətdirmək istəyirəm. Çünki çənəsi inkişafdan qalır. Onu artıq mülki qaydada siz onun məhkəməyə verib, onun özündən və valideynindən o pulu ala bilərsiniz. Bütün xərclərinizi mülki qaydada ödətdirə bilərsiniz. Bildim. Oldu. Çox sağ olun. Allah razı olsun sizə. Bir dəqiqə xanım, gözlə, mən burada tapa bilmədim. Dayan bizə dəqiqə. Dayan. Gözləyirəm. Bu görün, burada bir şey yazdı. Bir dənə üzr istəyirəm. Doğrudan, yox, düzdür. Əziz qardaş, çox sağ ol, yadıma saldı məni. Tapa bilmirdim, yadımdan çıxmış. Xanım, o məsuliyyət alınmalıdır o. Demək, 14 yaşı tamam olmuş şəxslər yalnız qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır və ağır zərər vurma. Demək, az ağır xəsarət varsa, məhkəməyə göndərilməlidir və cəza almalıdır o adam. Hə, elə yazılmışdı, yazılma. 2 yerdən çənə qırığıdır. Yəni, bütün şəkillər, burada Suraxanı, Hövsan 30-cu polis bölməyə birinci gəlmişlər, ora aparmışam birinci uşağı. Sonra orada uşaq demirdi ki, kim vurub. Uşağın dostları dedi ki, bəs filan kəslə dalaşıbdı, filan kəs vurubdu, adını da dedi. Hə, ondan sonra orada sağ olsunlar, polis şöbəsində köməklik elədilər, skoru çağırdılar. Yəni, uşağı apardıq biz Simaşqa xəstəxanasına, orada 4 gün qaldıq, 4 gündən sonra əməliyyat olundu. Xanım, siz burada nəyi öyrənib, bir dənə xahiş edirəm. Konkret buna başlanan məcəllərlə hansı maddə başlanıb? 127.1 idi deyəsən.
dəqiq olsun. Yəni birdən 128 olar. Yo, O yo, yo, 128 128 deyil idi, 127 idi, 100% bilirəm onu. 127.1 ilə iş məhkəməyə getməlidir və həmin uşaq 14 yaşına çatdığına görə ümumi əsaslarla cinayət məsuliyyətinə alınacaq. İndi mən sizdən bir təkana kimi kömək istəyirəm ki, mən hara gedim, kimə müraciət edeyim, kimə yazım? Rayon prokurorunun yanına getmək lazımdır ki, bu iş 1 ildən artıqdır gedir. Gedir, bəli, Amma bu iş məhkəməyə göndərilmir. bəli. Buna da nəzarət edən rayon prokurorudur. Gedin, hansı rayonda o? Hüseyin, çox sağ ol. Suraxanı rayon, Suraxanı Yox, çox rayonudur. sağ ol, əzizim. Suraxanı rayon prokurorunun yanına gedin, prokurorun müavini Bəli. bu işi ciddi nəzarətə götürsün. Polisə nəzarət edən orqandır da prokurorluq. Və 1 il müddətində müəyyən eləsin ki, bu iş niyə məhkəməyə göndərilməyib? Səbəb nədir? Bəli. Çünki burada mən əvvəl başqa cür başa düşdüm, amma sonra dəqiqləşdirdim, baxdım məzəliyə, tapdım onu. Az ağır cinayət törətmiş şəxsdən subyekt artıq 14 yaşda müəyyən olunur. Yəni uşaq cinayət törədərkən 15 yaşı olubsa, yəni 14-ü keçibsə, ümumi əsaslarla məsuliyyət alınacaq. Ümumi əsaslar da dedikdə, yəni ona ümumi əsasla cəza təyin olunacaq. Amma az yaşlı, yəni 18 yaşına çatmadığına görə ona digərlərindən fərqli cəza tətbiq olunacaq. Yəni cəza tətbiq olunarkən yarıya yarı prinsiplər əsas götürüləcək. Siz Müşfiq müəllim, o özdəki siz nə ilə vurub uşağı? 5 barmaq deyilən dəmir parçası ilə vurubdu. Onda əgər 5 istintaqda müəyyən olunur bu 5 barmaq. Orada göstərilibdi, bəli. Hər halda bu məhkəməyə getməlidir xanım. Mən dediyim kimi gedin rayon prokurorunun yanına, qoy onlarla danışsın ki, bu iş niyə məhkəməyə göndərilmir. Göndərilmir. Oldu. Getməlidir məhkəməyə. Yəni o istintaqın da müddəti var da. Ola bilər ki, müstəntiq bu işin icraatını dayandırıb və yaxud ola bilər hansısa ekspertiya təyin edib, oradan cavab yubanıb. Yəni Artıq onu iş 1 ildir. 1 ildir ki, yubanır. Bir il çoxdur bu iş üçün. Bu işi adətən 3 aya, 4 aya məhkəməyə göndərməliyik. Xırda bir iş. Mən istəmirəm, lap iş tutulmasın. Eyb yoxdur da. O vaxt uşaqlar da dalaşırdı, dalaşıblar. Eyb yoxdur, uşaqdır da. İndi ona da razıyam. Bir dənə mənim köməklik eləsinlər. Əməliyyat olunsun. Uşağın çənəsi inkişafdan dayanır. O implantlar çıxsın ağzından. Başa düşdüm. Siz gedin rayon prokurorunun yanına. Prokuror onlarla danışan kimi, prokurorları sıxan kimi müstəntiq də onu sıxacaq ki, gətirin cəmaatın pulunu verin. Ya da işi göndərin məhkəməyə. Bildim. Çox sağ olun. Allah sizdən razı olsun. Sağ olun. Mütləq gedin. Rayon prokurorunun yanına mütləq gedin. Yaxşı Müşfiq müəllim, oldu. Çox sağ olun. Allah sizdən razı olsun. Sağ olun. Əli, təşəkkür edirəm. Mənim yadıma saldın onu. Məcəllədə axtardım. Tapa bilmədim onu. Görürsünüz, maşallah dostlar, bizə hüquqşünaslar da çox baxır, vəkillər də çox baxır. Timur, çox sağ ol, mənim gözəl qardaşım. Özbəkistandan nə var, nə yox? Ay Timur. Dostlar, mənə xoş gəlir ki, bizim hüquq verilişinə belə dəstək olan dostlarımız var. Vallahi billahi. Qardaşlarımız var bizim. Yayıma dəstək olanda əziz izləyicilər, görürsünüz nə qədər izləyici sayımız çoxalır. Xahiş edirik, arada bir gözdən şeytan atın. Buyurun. Salam Müşfiq müəllim, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Müşfiq müəllim, sizə sualım bu icra haqqında qanunla bağlı olacaq. Buyurun. İcra qərarlarının icra olmamasından bağlı. Yəni burada mən sizə belə deyim də, biz alacaqlı şəxsi, qarşı tərəf borclu şəxs, hüquqi şəxsi. Bəli, bəli. Qarşı tərəf borcludur, bəli. Bəli, bəli. Borclu da hüquqi şəxsdir. Məhkəmə olub, məhkəmə bizim lehimizə qərar çıxarıb, icra yönləndirib icraya. Hal-hazırda icrada 8 ay yaxındır ki, biz öz borcumuzu qarşı tərəfdən ala bilmirik. Əsas gətirirlər ki, qarşı tərəf hesablarının heç bir vəsaiti yoxdur. Ancaq məhkəmə qərarı çıxandan sonra bunlar öz vəsaitlərini başqa bir şirkətə yönəltdilər. Bütün vəsaitlərini satdılar. Öz hesablarını sıfırladılar tam olaraq. İndi də hesablarına blok qoyulsa belə hesablarının heç bir maddi vəsait olmadığından bizə ödəniş olunmur. Sadəcə burada mənim bilmək istədiyim bir məsələ var ki, bu təsisçi və ya şirkət direktorunun bu halda hər hansı bir hüquqi məsuliyyət daşımır? Bəli, daşıyır. Onlar da daşıyır şirkətlə bərabər. Şirkətin heç bir maddi
gücü çatmırsa və ya heç bir hesabdan bank hesabında heç bir maddi vəsaiti yoxdursa, bu zaman həmin o vəsaitlərin həm direkt həm də təsirdən tutulma üçün bir ehtimal var. Onu dəqiq bilmirəm. Siz onu icraçı ilə danışın. Əgər icra onu onların vəsaitinə yönəldə bilmirsə, o zaman siz məhkəmədə təkrar iddia qaldırıb təsdiqçilərə yönəldin o borcu. Aydındır Müşfiq müəllim, aydındır. Onu icraçı sizə başa salacaq. Aydındır Müşfiq müəllim. Çox sağ olun, məlumat üçün təşəkkür Sağ edirəm. olun, təşəkkür edirəm. Dostlar, adımın yanında yuxarıda plus işarəsi var. Zəhmət olmasa ona basıb həm də kanala da abunə olaq. 41 yeni izləyici gəlib. 10.000 insan artıq baxıb bizə. Yuxarıda görürsünüz TikTok universal hədiyyələri kimə gedir. Təəssüf eləyirik sadəcə. Buyurun, mən sizi qoşmuşam, danışın. Kamirəddin, danış görək. Yəqin əli dəyənlər də var da dostlar. Ona görə bəyənəndə biraz diqqətli olaq dostlar, xahiş edirik. Qod Fazia, çox sağ ol, xaç atası. Sən bizim dünən bütün günü dəstək olmuşsun. Derik, buyurun. Salam Müşfiq müəllim, necəsiz? Sağ olun, təşəkkür edirəm. Eşq olsun Lerikə. Buyurun dostum. Allah'ım, Allah razı olsun. Müşfiq müəllim, sizi narahat eləməkdə, yəni üzrü sayın problemimiz budur ki, hərbidə olan bir məsələdir. Elə bir ki, uşaq əskərə gedib bir nəfər, belə deyək. Bu 2 aydan sonra, evə gələndən sonra gedib Dövlət Təhlükəsizlik Xidmətində, hərbi baş idarəsində orada keçib ki, həqiqətən onun belində problem var. Buna dərəcə qoyublar ki, oradakı, buna kağız verirlər ki, sən belində problem var, sən hərbiyə yararsızsan. Yəni deməyib, hərbiyə yararsızsan. Kağız verib buna ki, həqiqətən budur. Bu kağızla o... Bu adam xidmətdən gəlməyib bu adam. İndi hal-hazırda mən də sizə deyimdir necədir. Yəni, bax, belə bir şey baş verdi. Təkrar bu uşaq ikinci dəfə bu elə bir ki Oskaya gəlmişdi. Təkrar gedəndə bu həmən Dövlət Təhlükəsizlik Xidmətinin kağızını apardı oraya göstərdi ki, mənim belimdə problem var. Onu Dövlət Sərhəd Xidmətinin qospitalı var. Onu Dövlət Sərhəd Xidmətinin qospitalına 3 dəfə göndərdilər. Və biz də buradan dəfələrlə şikayət elədik Dövlət Sərhəd Xidmətinin baş idarəsinə. Bir dəfə həmən uşağa elə bir ki, həmən orada həkim diaqnoz qoyub ki, bu uşağın belində 10 dərəcə var. Yəni 12 versə təxrisdir. Bir dəfə verib 10. 20 gündən sonra verib 7 dərəcə. Sonra təkrar şikayət eləmişik elə bil ki, axırda mülki formada getmişik onun yanına Müşfiq müəllim. Mülki formada. Həmən uşağı aparmışıq, mülki formada girmişik, o uşağa verib 12. Təxris. Yəni bilməyib, bu təxris üçün gəlib. Belə deyək. İndi hər hansısa bir yolla bu kağızı bu adama verib. O kağızı verəndən sonra təkrar baş idarəyə müraciət olunub ki, bəs bu nə məsələdir də? Bu həkim bəyən bu uşağın belinə purşun qoyub. İstədiyi vaxtı azaldır, istədiyi vaxtı çoxaldır. Deyirəm ki, dostum, sən də yaxşı variant eləmisən ha. Bu eşkəsin ağlına gəlməzdi. Yo, biz lerişilər əlbəttə ki, özünüz bilirsiniz ki, yəni biz öz hüquqlarımızı qorunması üçün istənilən yola əl atırıq. Aha, maşallah. Amma mən sənə deyim ki, Azərbaycan cəbhələrini leriklər, talışlar qoruyub həmişə. Sən bu uşağı xidmətdən niyə yayındırırsan ki? Qoy getsin də xidmətdən. Yox, Müşfiq, biz yayındırmamışıq. Problem bilirsiniz burada nədir? Uşağın belində anadan gəlmə də problem var imiş. Bu uşağı bunlar elə belə aparıblar. Uşaq özü gedib də, zaten əskərliyə gedib. 2 aydan sonra belində problemi olub. Bu araşdırılıb. Araşdırılıb bu həkimə, o həkimə görmüşük, budur məqsəd. İndi
məsələ nədir? Mən bununla bağlı sizdən soruşmaq istəyirəm. Biz hərbi vəkillə məsəl üçün yaxınlaşıb bu iş üzrə işləməliyik, yoxsa istənilən bir vəkil bu işə girə bilər? Bu bilirsən biraz spesifik sahədir. Bu sahənin hərbi vəkil deyilən anlayış yoxdur. Azərbaycanda vəkillər bölünməyib. Bir vəkil həm hərbini müdafiə edə bilər, həm mülkünü, həm inzibatini. Belə bir qayda yoxdur. Amma sadəcə bu işi biraz bilən vəkil lazımdır. Siz Instagramda mənə yazarsınız, mən sizi yönləndirərəm elə vəkilin yanına. Yaxşı, aydındır. Vaxtınızı çox aparmayaq. Buyurun. Təşəkkür edirəm. Biz də qulluğunuzdadır. Ha vaxt lerikə yolunuz düşsə, səhifədə nömrəmiz var. Siz də əlaqə Sağ saxlaya olun, bilərsiniz. təşəkkür edirəm. Eşq Təşəkkür olsun edirəm. Çox lerikçilərə. sağ olun. Maşallah, lerikçilər ürəklidir. Nə vaxt bura çıxıblar, hamısı qonaq çağırıb. Umut Babayev, çox sağ ol, təşəkkür edirəm dostum. Timur, sənə də Alo, hər vaxtınız xeyir olsun. salam Fuad, buyurun. Müşfiq müəllim, demək mən biz hərbi ilə əlaqədar narahat edirəm. Demək mən daxili qoşunlarda xidmət eləmişəm, əsgərdən qalmışam. 4 dənə şiddətli töhmətlə məni təxris ediblər. Sonra səfərbərlik məni könüllü qaydada getdim xidmətə, könüllü də səfərbərlik var, bilirsiniz də yəqin. Bildim. Təlimə. Getdim ora, orada da müraciət elədim ki, yəni mən qalıb xidmət eləmək istəyirəm. Obşin məni orada saxlamadılar. Təşəkkürnamə verdilər, çavuş verdilər. Sonra gəldim, indi bir neçə ay keçəndən sonra təzədən indi mənə paveska gəlib, təzədən məni götürürlər, aparırlar yenə təlimə. Mən orada müraciət elədim ki, bəs mən hərbi biletimdə götürüb yazmışsınız 156 bəndi ilə, statiya ilə təxris eləyiblər. Bəs mən yararsızamsa, mən güc strukturlarına müraciət eləmişəm ki, mən xidmət eləmək istəyirəm. Polisdə, daxili qoşunda, hərbidə fərqi yoxdur da. Dövlət işi olsun. Heç kim məni xidmətə götürməyib. İndi götürüb aparırlar yenə təlimə. İndi mən bilmək istəyirəm bu haçana kimi belə olacaq. İndi ürəkləri istəyəndə götürüb aparacaq təlimə. Xidmətə qəbul eləmirlər. Təlim belədir ki, bu daimi həqiqi xidmət deyil də. Yəni bu təlim 20-25 günlükdür. Yəni bəzən görürsən ki, hərbi xidmətə yararsız olub, təxris olunan adam da bəzən görürsən ki, xidmətə çağırılır. Bununla bağlı bu siyahı Müdafiə Nazirliyindən gəlir. Siz Müdafiə Nazirliyində xidmət eləmisiniz, yoxsa sərhəd qoşunlarında? Yox, belə daxili qoşunda xidmət eləmişəm. Aha. Təxris olandan sonra səfərbərlik çağırdı mənə, komandodur, nədir bilmirəm da, ona çağırdılar. Səfərbərlikdən bir danışın, görün bu siyahı ora hardan gəlib? Hansı xidmətdən gəlib? Adətən o xidmətin özünə müraciət eləyəndə nəzərə alırlar. Səfərbərlik yoxsa göndərir. Deyir, sənin adın bu siyahıda var, mənlik deyil. Siyahı oradan gəlir. Onu başa düşürəm. Bəs axı orada çıxırlar indi polkovniklər, vəzifəli şəxslər gəlir. Deyir, kim qalmaq istəyir, çıxsın qabağa. Çıxırıq qabağa, baxırlar hərbi biletə. Deyir, qardaş, sən yararsızsan, sən burada nə işin var? Deyirəm, mənə yollayıblar bura. Deyir, belə şey nə bilim. Onlar da özü çaşbaş qalır. Cənabın qəbulunda olmuşam hətta. Səni konkret ordudan təxris eləyiblər, yoxsa necə? Məni elə bir hərbi biletimdə 22-ci səhifədə yazılıb 156 bəndi ilə xidmətə uyğunsuzluq. Xidmətə uyğunsuzluq nədə görüblər? Xidmətə uyğunsuzluğu heç bir problem olmayıb. Sağlamlığım yerindədir. Sadəcə olaraq 4 dənə şiddətli töhmət veriblər mənə, çıxardıblar. O səni toplanışdan azad eləmir, dostum. Qanunla toplanışa çağırılmalısan. Yox, bildim. Mənim yəni fikrim odur ki, mən sağlamlığım yerindədir, xidmət eləmək istəyirəm də, qardaş. Mən heç kim xidmətə götürmür. Bildim də əzim, səni xidmətə ona görə götürmürlər ki, sənin töhmətin olub, şiddət töhmətin olub, yaxşı xidmət eləməmsən, ona görə səni heç kəs götürmək istəmir. Amma sən toplanışlara getməlisən. Çünki toplanış konkret vəzifədir. Sənin üzərinə qoyulan vəzifədir. Dövlətin sənin üzərinə qoyduğu vəzifədir. Amma sən xidmətdə qüsurlara yol verdiyinə görə səni heç bir orqan və hər hansı bir güc strukturu, belə deyək də, ya Müdafiə Nazirliyi, ya sərhəd qoşunları Heç kim götürmür, səni ona görə götürmürlər ki, sən normal xidmət eləyə bilmirsən. Sənin çünki töhmətlərin var. Və buna görə də sən təxris olunmusan. Onu səni götürməyəcəklər.
Amma toplanışa getmək sənin vəzifə borcundur. İndi ayın 22-si, bu ayın 22-si Qanuni. çağırıblar ki, gedəsən Qanuni təlimə. dostum. Qanuni. Mən istəsəm yenə deyirəm ki, qalmaq istəyirəm, yenə saxlamayacaqlar. Saxlamayacaqlar, yox. Çünki sənin daimi xidmətə ona görə qəbul eləmirlər ki, sənin qüsurların olub, ona görə səni xidmətdən təxris eləyiblər. İndi yaxşı, mən acığa mən ora getmək istəmirəm. Necə edeyim onu? Getmək istəməsən sənin barəndə materialları prokurorluğa göndərəcəklər. Çünki hərbi xidmətdən və toplanışdan yayınma cinayət məsuliyyəti doğurur. Aydındır. Qanun belədir də, nə deyək? Yaxşı, oldum müəllim. Çox sağ olun. Sağ olun. Dostlar, ekran bəyənməmizi artıraq zəhmət olmasa. Ekranı bəyənək 800 Mən nəfər. 250 min eləyə sonra qoşacaq izləyici. Hə, bir 50 min bəyənmə gəlsin dostlar. Aşağıda ox işarəsi var. Zəhmət olmasa ox işarəsindən istifadə edib canlını paylaşın da. Timur çox sağ ol, Timur. Məni Ürəyimizdəsən, sev Timur. atmayanlar məni sev atsın zəhmət olmasa. Baxaq, 26-27 min bəyənmə. Cinayət işi ilə qoşulmaq istəyən var, çata yazsın. Cinayət işi ilə qoşulmaq varsa, istəyən varsa çata yazın dostlar. Çox mülki işlərə üstünlük verməyək. Xaç atası çox sağ ol, təşəkkür edirəm. Mən bu yayıma dəstək verən hər bir Azərbaycan oğluna xüsusi təşəkkürümü bildirirəm, Azərbaycan xanımlarına. Ən azından bu cür verilişləri dəstəkləmək, bunları TikTokda qabağa tələmək, motivasiya vermək vallah bizi də sevindirir. Kamran buyurun. Salam, axşamın xeyir qardaşım. Salam, axşamınız xeyir. Mən sizi Lənkərandan narahat edirəm. Buyurun. Deməli, yanvar ayının 28-i bağışlayın, mənim oğlumu əskər apardılar. Burada bankomatda məni aldadaraq uşağımı apardılar. Necə almadıqlar səni? Deməli, uşağın bir böyrü balaca idi, bir dənə böyrü böyük. Mən uşağı başda böyrəyi, bəli, üzrü sayım. Bir böyrəyi balaca idi, bir böyrəyi böyük. Burada bankomat mənə dedi ki, biz uşağı göndəririk birbaşa yoxlanışa. Sonra elə oldu ki, uşağı apardılar birbaşa hərbi xidmətə. Burada bir Cəllabadda Göytəpəyə. Nə qədər şikayət elədim, qaynar xəttə zəng vurdum, heç kim baxan olmadı. İndi başlayıb 5 aydır uşaq əskərlikdədir, pnevmoniya ilə düşüb hospitala. 2 ay yatdı, 2-ci ayda hospitaldadır. İndi də başlayıb 6 ay tamam olur da. Mənə deyirlər ki, uşaq təxris olunmalıdır. 6 aydan sonra, 6 ay tamam olur. Dostum, sən bununla bağlı, Kamran, Bəli. Respublikanın hərbi prokurorluğuna ərizə ilə müraciət et. Bu məsələni orada araşdıracaq. Yaxşı, başa düşdüm. Bildin də, Respublikanın hərbi prokuroru cənab General Mayor Bəhruz Əhmədova. Hörmətli Bəhruz müəllim göstəriş verən kimi bu məsələ ciddi surətdə araşdırılacaq. Əmin olun, şübhəniz olmasın. Başla. Sağ ol, çox sağ ol. 66-nın sonrası olsa qoşarsınız da. Doğrudan da hazırda hərbi prokurorluqda çox böyük islahatlar aparılır. Yeni idarələr yaradılıb, yaxşı müstəntiqlər gətirilib, idarə rəisləri dəyişib. Ona görə də hərbi ilə bağlı şikayətləriniz olsa birbaşa Respublikanın hərbi prokurorluğuna müraciət edin. Bax, bu kimi halları, qanunsuz xidmətə çağırılma hallarını araşdıran orqan da olar. Umut Babayev, çox sağ ol, təşəkkür eləyirəm. Umut da bizə dəstək olur daim. Təşəkkür edirəm. Lili xanım, çox sağ olun. Rəşad, buyurun. Rəşad, buyurun. Axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Müşfiq bəy, mənim atam 1-ci Qarabağ müharibəsində iştirak edib. Səsim gəlir? Gəlir. Buyurun, danışın. Deməli, həmin vaxtı müxtəlif yerlərdə döyüşüb, yaralanıb sonradan gəlib elə bil
Saatlıq xəstəxanasına. Oradan da həmin vaxt, orada yatdığı vaxt elə bir müharibə başa çatıb. Oradan da gəlib evə, yəni bircə vayını biletində elə bir ki, peçat yoxdur. Qalan bütün sənədlər toplamışıq biz, yəni filan yerdə olub, döyüşüb, neyniyib. Hərbi hissə filan vaxt. komandirinin əmri var, onun şəxsi heyətin siyahısına salınması barədə arxiv əmri. Arxivdən tapmısınız onu? Arxivdən tapmışıq müəllim. Məsələ nədir? Yəni həmin hərbi hissədə dağılıb indi. Oradan da yəni son məlumatlar toplamaq mümkün deyil. Biz necə edə bilərik? Arxivdə onun şəxsi heyətin siyahısına salınması barədə əmri yoxdursa, ona veteranlıq almaq çətin olacaq. Ancaq məhkəmə yolundan almaq olar, o da 50-nin 50-yədir. Biz məhkəməyə müraciət eləmişik, məhkəmə də qərar çıxardır ki, vayni biletdə yəni peçat yoxdur. Hərbi. Pək ona görə yox. Məhkəmə həm də qərarında göstərir ki, arxiv arayışı yoxdur. Arxiv arayışı yoxdur. Məhkəmə qərar çıxartdı. Bəli. Apellyasiya verdiniz. Xeyr, apellyasiya verməmişik. Niyə vermirdiniz? Nə bilim, belə məhkəməyə də verdik. Bir-iki axmaqlar da var idi ki, düzəldəcək güya bunu alınan işləyib. Ay qardaş, yalan söhbət deyil. Məhkəmənin düzəldə bilmədiyi işi kim düzəldə bilər? Nə məsləhət görərsiniz bu barədə? Apellyasiya vermək lazım idi, amma indi yəqin ki, məhkəmənin qərarı nə vaxt çıxır? Valla çoxdan oldu. Bir ildən çox olar, yəni də düşmədim. Başını buraxın getsin. Bu məsələdə heç nə əldə edə bilməyəcəksiniz. Yalandan özünüzü incitməyin. Dələduzlara da pulunuzu verməyin. Həll olası məsələ deyil o. Başa düşdüm, çox sağ olun. Sağ olun. Dostlar, 300 minə çataq da zəhmət olmasa bəyənməmizi. Çatda salam yazanlar, yeni gələn izləyicilərə salamlayırıq. Rüstəm buyurun. Rüstəm buyurun. Salam, Müşfiq müəllim, axşamınız xeyir olsun. Necəsiniz? Axşamınız xeyir. Sağ olun, təşəkkür ederim. Bağışlayın, sizin narahat edirəm, üzr hesab edin. Buyurun. Sadəcə xırda bir məsələ var, onunla bağlı sizi narahat edirəm. Sadəcə mənim sualım nə ilə bağlıdır? Sadəcə mən sualımı bildirim, siz mənə ümid edirəm ki, lazım olan cavabı verəcəksiniz. 2018-ci ildə mən bir Unibankdan bir kredit götürmüşdüm. Sadəcə elə oldu ki, biraz gecikmələrim oldu. Şirkət daxili belə deyək, şirkətdə işlədiyimə görə şirkət daxili məndən belə deyim də, məhkəmə yolu ilə məndən o krediti tutdular, pulumu aldılar. Yəni maaşımın 50%-ni. 50%-mi aldılar 4 ay. Yəni belə deyək də, yəni normal qaydada mən nə borcum varsa məhkəmənin sunması ilə bir yerdə aldılar. İndi bugünkü günü mənə Unibank zəng edir ki, bugünkü günü hələ də zəng edir ki, sizin albalı kart borcunuz var. Halbuki mənim oradan götürdüyüm ümumi summa 975 manat olub. Amma məhkəmə yolu ilə mən həmin Unibank şirkətinə, banka belə deyək, 1200 manat pul qaytarmışam. İcranın əli ilə. Yəni bugünkü günü məni yenə də narahat edir. 2008-ci ildə götürülən kreditin bugünkü günü sualım daha doğrusu tam dəqiqlə burada yerləşir. 2008-ci ildə götürülən kreditin bugünkü günü məni narahat eləməklərə haqqı varmı, yoxmu? Sualım bundan ibarətdir. Yox, qutardı getdi. Heç o məhkəməyə müraciət eləmə müddətini də keçirir bu. İndi onlar əgər mənim belə deyək də, yaxınlarımı, qohumlarımı, qonşularımı narahat elədiyi halda mən onları, yəni o bank hansısa bir sistem deyil, bank sistemi, onları məhkəməyə vermək kimi bir hüququm varmı, yox? Bəli, var. Yaxınlarınızı əgər narahat edirlərsə məhkəməyə verə bilərsiniz. Üzr istəyirəm aləmi, belə deyək də, indi çox dönə üzr istəyirəm hamıdan.
bacımı, qardaşımı, üzr istəyirəm, böyüklərimi, Allah hamımızın canı sağ eləsin, qohumu, qonşunu, orada nömrələr istəyirlər də ümumiyyətcə. Yəni ki, hə, onları narahat edirlər. Bu günə qədər narahat edirlər. Götür ver məhkəməyə. Yəni mən orada məhkəməyə vermədə mən belə başa düşürəm, o tam mənim hüququmdur da, belə başa düşürəm. Bəli. Orada məsəl üçün mənə hansısa bir problem yaratmaq kimi bir şansları varmı? Yox, heç bir problem yarada bilməz. Nə problem yaradacaq? 2008-də olan məsələyə indi sən götürüb 15 ildən sonra yığırsan ki, sənin o vaxt orada kreditin qalıb. Qalmışdı o vaxtı məhkəməyə verib tutaydın. Yəni məhkəmə yolu ilə belə deyək də, məhkəmə yolu ilə mən istədiyim vaxtı ilə bir şirkət işləmişəm. Məhkəmə yolu ilə ora müraciət ediblər. Oradan pulumu mənim maaşımı tutublar. Rüstəm, mən başa düşdüm də, tam haqlısan. Yəni bu gün mən haqqımı orada normal qədər eləyə bilərəm. Yəni tələb eləyə bilərəm ki, xahiş edirəm mənim qohumumu, yoldaşımı, tanışımı, əqrəbimi narahat eləməyin. Narahat eləsəz məhkəməyə verəcəm deyir. İnanın ki, Müşfiq müəllim bu günə qədər narahat edirlər. Bildim. O bank elədir də o. Heç nə, təşəkkür edirəm. Allah sizi var eləsin. Çox sağ olun, var olun. Allah şübhəniz olsun. Elə sadəcə bu məlumatı almaq istədim. Görüm həqiqətən də mən bunu eləsəm mənim üçün hansısa bir problem varmı, yox? Buyurun görüm, qalx. Salam aleyküm, axşamınız xeyir. Axşamın xeyir. Biraz insanlara qarşı diqqətli olmaq lazım dostum. Sənin dediyin sözləri burada cəmaət eşidir. Yox, valla yoldaşlarla bu sizə şeye ait olan şey öyleydi. Post bilmedik koşulmuşuk diye. Allah'ın da olsun. O yoldaşlarla... Yok. Sualınız var sizin. Müəllim, mən bu ayın ikisində deyək də, avtoqaza keçirmişəm İsmailli Perevalında. Maşınımda olubdu 8 nəfər. 8 nəfərdən elə ki skor gəldi. Maşın açdı. Qabaqdan bir streçli məni gözümə işıqları saldı. Qabağımı görmədim də. Məni keçən vaxtı gördüm. Mənim sağ tərəfim torpaq yoldadı. Ayağımda tormuzladı. Dayanmadı maşın. Getdi, dəydi, böyrüsü açdı. Cüzlü sürətlə deyək də, belə 20 mi vardı, 15 mi, cüzlü sürətlə. O üçün mən görmürəm deyə ayağımı tormuza basmışdım da qabaqdan gələn. Bir streçli mən dalini verib, mən də maraqet edirəm, söndürmür və ayağım tormuzdadır. Yəni, görmürəm deyib, cüzlü sürətlə açdı böyrüsü də. Və burada bir nəfər, bilməm, skorunu kim çağırdı, kim çağırmadı da mən orada özümdə deyildim. Bu skoru gəldi, bu 7 nəfər bir yerə qaldı, bu bir nəfər xanım idi, mindi skoruya. Skoruya mindi getdi və mən bu ilə mütəmadi əlaqə saxladım, necəsiz, nə var, oğlu da vardı yanında, oğlunda heç nə yox idi. Bunda da heç nə yox idi. Bu biləm, qorxubdu da indi, qorxub stres keçirib. Nəsə, bu ilə mütəmadi geri saat 2 idi. Səhər saat 5-ə qədər bu oğlu ilə mütəmadi zəng elədim, mama nətərdi, mama necədir, belə. Hər şey qaydasında səhər saat 7-də bunlar üçün Şaman xəstəxanasına çıxıb geliblər Bakıya. Bunlar getdilər. Və mən də maşını yol polisi gəldi, Perevaldan qaytardım, özüm sürə, yəni maşında heç nə yoxdur da, deyirəm də, bayaq dediyim kimi, yavaşla açıbdır. Maşını sürüb apardım İsmaili postuna. Və məndən izahatı aldı, nətər olubdu, təhqiqatçı, nətər olubdu, belə, və salam. Bəs o 2 nəfər, 2 nəfər deyil də, bir nəfər oğludur yanındaki, xanımdır, biraz qorxubdur. Dedi, onda işlə, onlardan da izahat alarıq və hər şey yolunda olar. Yaxşı. Mən də Qax rayonundanam mən də.
İsmail postunda ne şey? Geldim ben de Qaxrayonlar. Dedi sabah yok, birisi gün zaten vuracağım gelersen. Hop birisi gün, bu birisi gün. Kardeş, zəng eləmir müstəndik. Zəng eləyirəm açmır. Zəng eləyirəm açmır. 10 dəfə zəng eləyirəm, bir dəfə açır. Deyir, ola gəlməlidir bura. Posta izahat verməlidir. Nəsə, nə başın artım, uzun sözün gödəyi. O üçün bugünkü günə qədər ayın biri, ikisinə keçən gecə olan hadisədir. Bu gündən isə 7-sidir. Bugünkü günü zəng eləmişəm ki, ay komandir, söhbət nə yerdə qaldı, necə olar, necə eləyək bu, nə tər eləyək bunu? Orada, deyək ki, zərər çəkmiş xanıma deyəkdir, amma zərər çəkməyibdir, yəni skoyuna gedənlərə. Orada zəng edir ki, sən şoferlə əlbilsən, sən mənə düzgün məlumat vermirsən. Xanım da deyir ki, mən şoferlə əlbiləmsə, gör, mən avuru yoxla, izahatımda al get. Yox, sən deyir, İsmailliyə gəlməlisən, səni mən şeydən keçirməliyəm deyir, tip ekspertizədən keçirməliyəm. Qadına deyir, hə? Xanıma deyir, ha, xanıma deyir. Düz deyir də, düz deyir. Düz yəni, müəllim, bir həftə keçib bax ortadan. Bir həftə keçəndən sonra nə ekspertizadır? Yox, Bəlkə nəsə olsa sağlıqdır indi. Məsəl üçün də. Məsəl üçün. Xəstəxanada onun qeydiyyatı var da, orada ilkin yazdım göstərilərkən onun bədən üzərindəki xəsarətlər həkimlər tərəfindən onun xəstəlik tarixinə yazılıb orada. O sənədlər var orada. Bir də ekspert indi buna vizual baxmalıdır. Olsun da bir həftə keçsin. Əsas o ilkin sənədlər əsasında baxıb rəy verəcəklər. Xəstəxanada buna baxıblar, bunda ya əzlən yeri yox, ya göyələn yeri yox. Qulaq as da, qulaq as. Buyur. Sən nə maşın sürürsən? Mən Vita. Mən də hüququn maşınını sürürəm də, deyirəm getməlidir, qanunla getməlidir. Adam özü ora gelib orada... Bəli, ekspertə təqdim olunmalıdır adamın özü. Getməlidir mütləq. Elə mi? Bəli. İndi bu adam, bu qadın belə danışandan sonra ki, mən dövlət içində işləyəm, mən işdən çıxa bilmirəm, belə danışandan sonra müstəntiq təhqiqatçı deyib ki, bəs yaxşı, onda şeylə, nədir onun adı, onlayn mı deyib, nədir, kompüterlə mi deyib ki, izahat vermə olar, elə bir şey olur mu? Vallahi indi mən bilmirəm, onu izahata mı çağırır, yoxsa ekspertizaya mı çağırır? Ekspertiz üçün getməlidir, tibbi ekspert ona vizual baxmalıdır. İzahat almaq məsələsinə gələndə, indi müstəntiq nə cür deyib, onu o cür həll edir. Bu müstəntiq, bilsənmi, belə, ne demeyi burada açıqlaya bilmirəm. Yəni ki, tam şəkildə fikrini açıqlamay. Ya demir ki, bunu belə eləmək lazım, ya demir, bunu belə eləmək lazım. Buna deyir ki, ancaq izahat verməlisən ki, sənin şikayətin var. Ay ağsaqqal, qulaq as. Adın nədir sənin? Mənim adım Vəli Mustafayev, Əhədoğlu. Ay Vəli kişi. Bəli. Qadın var bu xəsarət alan. Xəsarət almayıbdır müəllim. Qulaq as da, bu yıxılan da, bu maşınla şeyə gedən. Bu sənin nəyindir? Heç nəyim, klient. Hadi sənin nəyinə lazımdır, onu müstəntiq bilər. İstəyir onu çağırsın, istəyir izahat alsın, istəyir həkimdən keçsin. Bax, bunun sənə nə adiyyəti var? Mənə bir dənə, bizəm nə adiyyəti var? Mənim maşınım orada qaldı. Mən istəyirəm ki, maşınımı oradan getirim. Sonra bu xanımla nə istəyirəsin, özlə bilərlər. Mən maşınımı getirdim, maşınımı düzəltdim, sabah bir işə çıxım da mən... Sənin maşının orada posta qalıb da. Bəli, ha. Maşını buraxmır. Onun üçün müstəntiqlə danışmaq lazımdır. Bir də o qadını çağırmaq artıq müstəntiqin öz işidir. Sən ona qarışma. Yox, mən qarışmam ona. Mən buna deyəm ki, nə olar ay komandir, mənim maşınımı bırax, mənim maşınımı düzəltim, köyə pulumu qazanım da, sən yenə xanımın necə çağırırsan, nətər çağırırsan, özün bilərsən də. Mən ona şey demirəm ki, mən ona. Mən ne deyə bilərəm ona? Özlər bilərlər. Mənim maşınımı bırax, maşın aynı ikisi gecədən postadır, İsmail postundadır.
Bu nə dərəcə düzgündür bu maşını buraxmamaq? Mən bir də onu bilmək istəyirəm ki, bu nə dərəcə düzgündür maşını buraxmamaq? Müstəntiq qərar qəbul eləyənə qədər maşını saxlaya bilər. Eləmi? Bəli. Qanunidir. Çox sağ olun. Sağ Allah olun. canınızı sağ eləsin. Uğurlar. Sən Gecən amma xeyir. çalış o qadını hansısa bir yolla düzgoş elə qoy getsin ekspertizadan keçsin. Qadın deyim mən hazıram deyir hər şeyə, amma deyim mən İsmail'də gedən deyirəm deyir. Və o vaxt İsmailiyyə nəyə gedirdi o avariya düşəndə? Bakıya gediydi də. Bakıya gediydi oğlu ilə. Oğlunu hərbi komissarlıq komissiyaya göndərmişdi. Komisiyaya gedirdilər. Onun bir dənə də yolu var. Buyur. O ekspert, İsmaillidə olan ekspert. Aha. Nə vaxtsa Bakıya gələndə qadını Bakıda da müayinə eləyə bilər. Qadın ay müəllim, qadın qayıtıb gəlib qalxdadır. Qalxda Hə, qadın indi qalxdadır, hə? Qalxdadır. Qadın da oğlu da Qadınla İsmailin arası 20 dəqiqəlik yoldur. Gedin həll eləyin də məsələni. ay müəllim 20 dəqiqə hardadır ay müəllim? Qalxma 200 kilometrdir. Qalxla İsmailin arası 20 dəqiqə dedim, indi 20 dəqiqə olmasın. 200 kilometrdir arası. Ara məsafə 200 kilometrdir. O yol düzəlib o yol. Düzəlib, düzəlib, ləzzətli düzəlibdir, əladır. Elə ləzzətli düzəlib deyin aşırıqsan da maşını. Ləzzətli sür maşını. Yo, mən müəllim Perevalda olubdu. Qabağıma vurdu işığı. Konkret kişi kim deyəm ki, görmədim də qabağım. Konkret görmədim. Mənim də işığım. Mən təmiz deyim ki, mənim də işığım çox zəif idi. Yəni mən ona marqat da eləsəm, ki ona heç təsir eləmədi də bu mən elədiyim marqat. Buna təsir eləmədi. Timur, çox sağ ol Timur. Allah'ın da olsun. Bir də o gəlib məni keçən gördüm ki, mənim sağ təkərim torpaqdadır. Torpaq yoldadır. Yaxşı ki Allah uzaq eləsin, ölüm itim olmayıb. Allah Teala məni istəyibdir. Qur'ana and olsun. Allah'a çox indiyə qədər də minnətdar olmuşam. Allah nə deyirsə o yolla getmişəm. Get bir qurban kəs payla. Paylayacağım. Bir dənə işe çıxım, bir iki gün işe çıxım, bir balaca əlimə pul deyilsin. Onu da niyyət eləmişəm, Allah'a and olsun. Bir dənə qoyun niyyət eləmişəm ki, kəsib paylayacağım. Allah İnşallah. İnşallah. Allah yolunu açıq eləsin, qəzadan, baladan xilas eləsin. Çox sağ olun. Allah sizin də canınızı sağ eləsin. Sağ ol, təşəkkür. Gecəniz xeyrə qalsın. Sizi narahat elədim. O əvvəlki sözümə görə də burada döyülüydü. Allah and olsun. Bu yanımda bir iki dənə şey var idi. Yəni onlardan ötürdük. Allah and olsun. Yəni Eyb yox. Biz inandıq. Biz sizə inandıq. Narahat olun. Mənim, sağ olun. Gecəniz xeyrə qalsın. Allah canınızı sağ eləsin. Ömrünüzü uzun eləsin. Sağ olun. Sağ olun. Vüqar, buyur ay Vüqar. Axşamın xeyir qardaş, necəsiz? Salam, axşamın xeyir. Mən biraz böyük pislik çıxmasın. İstəmirəm burada nəsə artıq danışmaq. Nə məsələyə aid də, mənim problemimə aid istəmirəm burada nəsə danışam. İstəyirdim ki, sizə direktdə nömrəmi yazım, şəxsi də inşallah canlını bağlayandan sonra sizlə bir əlaqə saxlayım, danışım. Olar elə? Mən canlını saat 1-də bağlayıram, onda da leş olub düşürəm. Sabah Allah qoysa inşallah. Olar. Sən Instagramda yazarsan mənə, orada danışarım. Oldu qardaş, çox sağ olun, minnətdaram, var olasın. Canlını bəyənin 400.000-də keçəkdə zəhmət olmasa. Yeni gələn izləyicilər kim məni sev atmayıbsa məni sev atsın. Səni. Alo. Salam, buyurun bəy. Salam əleykum Müşfiq müəllim. Aleyküm salam. Sizə qurban olaram. 4 gündür sizin canınıza düşə bilmirəm. Müşfiq müəllim. Əsas odur ki, bugün Sizə qurban olaram. Allah hamımızın canını sağ eləsin Müşfiq müəllim. Mən sizi Yevlax rayonundan narahat eləyirəm. Mənim dərdim var. Bunu dərdimi sizə danışmaq istəyirəm. Mənim dərdim, məsələm, bütün yəni elə belə məsələ deyil da, bilirsiniz nədir? Bunu qoyub deyirəm, canlıda nə qədər insanlar var, hamı şahid olsun. Buyur, dərdini de görək. Dərdim çox ağır dərddir Müşfiq müəllim. Çox biganə yanaşırlar.
Düzdür, mən cənab nazirin qəbulunda da olmuşam. Çox sağ olsun, məni qəbul eliblər. Göstərişini veriblər ki, bütün cinayətkarlar cinayətə məsuliyyətə cəlb olunsun. Yevlax şöbəsi heç bir cinayətkarları tutmayıb. Hamısını buraxıblar çölə. Yəni, mən prosto istəyirəm ki, bütün qurumlara da yazılı surətdə müraciət eləmişəm. Hamısı deyib ki, nəzarətimizdədir, bu elə-bənə söz deyil. Yevlaxda Enişteyn adası Yevlaxda fəaliyyət göstərir. Bilirsiniz nə demək istəyirəm? Qurban olum. De görə sənə qarşı nə cinayət törədilib? Mənim az yaşlı uşağıma, 13 yaşında uşağıma təcavüz olunub. Bunu bütün sübutlardan, bütün şeydən çox biganə yanaşırlar. Burada bilmirəm mən vətən xainliyəm, bilmirəm devrəcdə qarşı çıxmışam nədir. Cənab nazirimiz də göstəriş verilib. Hamısını əmr elib ki, bütün cinayətkarlar tutulsun, heç biri də tutulmuyor. Sattarım əllərini, qollarını sallayıb Yevlaxda gəzirlər ki, mən ata əlimi qana buluyum. Mən də bu haqqı, ədalətə güvənirəm. Bax, yenə də deyirəm. Gəl əsəblərimizi qoyaq qırağa, sakit-sakit söhbət edir. Birincisi, cinayətə getmək, əlini qana bulamaq, bu yaxşı bir şey deyil. Sadəcə bizə qısa və konkret izah elə. Hadisə nə vaxt olub, kimlər şübhəlidir, kimlərin adı hallanıb, neçə nəfər olub, nə tədbir görülüb, kim tutulub. Qısaca biz bunu Müşfiq müəllim, sizə qurban olaram. Emosionala qoy qırağa. Mən sizə qurban olaram. Mən valideynəm. Mənə qurban olma. Neysə, hadisəni danış. Yox, hadisə siz nətər? Bunu bütün prokurorda, müstəntiqdə hamısı sübuta yetirilib. O şərəfsizlərə ev tutaqlığı verilib. Yox, təhqir eləməyək. Burada təhqir olmaz da. Təhqir demirim da, bu nə deyim sizə? Səhifəmizə spam gəlir, bizim nə bilim ondan sonra TikTok bloklaya bilər. Sakit, ağırlı başlı, yəni sivil vətəndaş kimi danış, biz də görək nə məsələdir bu. Məsələ, Müşfiq müəllim, azı yaşlı uşağa təcavüz olunub. Qız uşağıdır, oğlan uşağıdır. Yox, qız uşağıdır, 13 yaşında. Bunu bütün qurumlara da demişəm. Hamısı nəzarətə alındı. Götürüblər. Cənab nazir sağ olsun. Bizi qəbul edib şəxsən. Göstərişini verib. Hamısını ki, cinayətkarlar cinayətdir. Cənab nazir Yevlax rayonundan gedən kimi cinayətkarların hamısını yalandan dedilər ki, biz ev tutaqlığına buraxılıq, onu tutacağıq. Ev tutaqlığına buraxmaq müstəntiqin belə deyək də səlahiyyəti deyil axı, ev tutaqlığına məhkəmə buraxır. Hay sağ ol da məhkəmə bu 2 gün içində məhkəmə nə təqdim ediblər bizim xəbərimiz olmadan, eləmədən. Bunu bir vaxta ayılmışıq ki, bunlar ev tutaqlığına buraxılıb. Bizim Neçə nəfərdir dostum? Bu hadisə nə vaxt olub? 6 ay olub. Yevlax rayonunda. Bildim. Nə vaxt olub? 5 aydır. İstintaq gedir. Neçə nəfər olub bu adamlar? 5 nəfər, 6 nəfər. Orada da 3-4 dənə qız uşağı var. Onların da adını çəkdi. Mənə dedilər ki, sən neyirsən onların adını çək. Mənə qayıtdılar ki, onların adını çəkmə, eləmə, sən öz haqqı tələb elə. Bildim, bu hadisə harda olub? Orta məktəbdə olub, evdə olub. Hazırlığa gedəndə bir dənə gəlin var. Gəlin az yaşlı uşaqları yoldan çıxardır, avtar, bax belə. Mən də ağır əməliyyat keçdiyim üçün Bakı xəstəxanasında orada olmuşam. Sonra da bilmişik, bax belə. Mən də bütün bu qanuna inanıb bunu qanuna təhvil vermişəm ki, bunu baxılsın da. Mən indi düz deyib əsəbiyəm çox. Bax indi müstəntiqdən dalaşıb gəlmişəm. Sizdən məsləhət. Hamıdan, proses sizdən məsləhət alıram. Yox, bildim. Gəl belə danışaq. Bu uşaqlara neçə nəfəri müstəntiq cinayət məhkəməsi işi hara aparır? Yevlax. Yevlax polisi ya prokurorluğu? Polisi, yox polis. Müstəntiq. Polis müstəntiq aparır. Bəli, bəli. Hansı maddələ iş başlayıb? 152.1-dən. Adını da deyim polisin. Yox, ehtiyac yoxdur. Burada ad deyirəm mən, yəni heç nədən qorxum yoxdur. Yox da bizə lazım deyil. Mən görə burada müstəntiqin adı lazımdır. Gözlə bizə deyil. %52.1. Bəli. Onda bir nəfərdir ki o. Yox. 152.1-dən baxılır. Kağızı gətirin baxın. Dayanıyor.
16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə. 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi... Dostum, burada könüllülükdən söhbət gedir bu maddədə. Ay sağ ol, sizə qurban olum. 13 yaşında uşaq könüllü ola Zərər bilər. çəkmiş şəxs yox. Dostum, əgər uşağın 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı cinsi əlaqədən söhbət gedir. Uşağın neçə yaşı olub? 13. Hadisə vaxt dəqiq 13 yaşı olub. Bəli, bəli. 14 yaşına çatmış. Demək 152.1 ola bilməz bu. 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxs barə 152.2-dən söhbət gedər burada. 3 ilə qədər müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququna məhrum edilməklə 3 ildən 6 ilə qədər müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Bu az ağır cinayət hesab olunur. 152.2 Müşfiq müəllim, bu 12 doğru yaşına deyildir. çatmış, eşidirsən, 12 yaşına çatmış, sənin uşağın 13 yaşı olub. Lakin 14 yaşına çatmayan şəxs barəsində törədildikdə, burada zərər çəkənin könüllü cinayətə münasibəti lazımdır. Qanun deyir ki, 12 yaşına çatmış şəxs artıq müəyyən iradəyə sahibdir. 12 yaşdan aşağı olsaydı, konkret bu zorlamadır. Yəni 12 yaşına qədər uşaq bu şeyləri dərk eləmir. Bunu qanun yazıb. Bunu biz yazmamışıq. Müstəntiq yazmayıb. Bunu Milli Məclis Cinayət Məcəlləsinə daxil edib. Amma uşağın 12 yaşı artıq tamam olub, 13-ə keçibsə, artıq o zorlamada könüllülük prinsipi işə düşür artıq burada. Düzdür, qanun 14 yaşdan yuxarı daha yüngül cəza müəyyən eləyirsə, 12-dən 14-ə qismən ağır cəza müəyyən eləyib. Burada da könüllülük prinsipi əgər varsa, uşağın könüllü olubsa, bu zaman 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etməlidir. İndi burada sən nədən narazısan? Narazılığımdır. Burada 152 nöqtə könüllülükdən gedir də. Bəli. Bəs burada bu gəlin xeylağı var. O hazırlıqdan çıxan uşaqları aparır, dərman verilir, o da subuta yetirilir. Bu da könüllü varsa... Bir üzr istəyirəm. Ay Məmmədzadə, mən bilirəm, nə könüllü, uşaq başa düşür könüllü nədir. Bunu mən demirəm, bunu qanun deyir ki, 12 yaşa qədər uşaq başa düşmür. 12 yaşdan sonra artıq başa düşür. Bunu oturub bu qanunu psixoloqlar, nə bilim, bunu Milli Məclisin deputatları, sizin bizim seçdiyimiz deputatlar müəyyənləşdirib. Bunu biz müəyyən eləməmişik. Qanun müəyyənləşdirib bunu. Buyurun. Müşfiq müəllim, burada bax könüllü deyirlər yazılıb. Bax könüllüdür axı burada. Burada bir dənə gəlin xeylağı var. İndi prosto hirsimdən danışa bilmirəm. Mən bunu bütün qurumlara da demişəm ki, cinayət törədəyəm. Bunu bilsin ki, Azərbaycan xalqı mənim körpə uşağımın dalında dursunlar. Bilirsiniz mən nə demək istəyirəm? Az yaşlı uşaqları, bax gəlin xeylağı var. Alladır, aparır. Bunu subuda yetirilirsə, burada könüllülük varsa, bu gəlin burada nə rol oynayır? Gəlin niyə belə uşaqları aparır? Orada könüllülük varsa, ümumi əsaslarla onu eləyən adam məsuliyyət alınacaq. O digər şəxslərin neçə yaşı var? 20, 21. Aha, onlar bu cinayətin subyektidir. Bu müzakirə predmeti deyil. Amma hansısa gəlin bu uşağı bu yola məcbur eləyibsə və ya da təhrik eləyibsə, əlbəttə ki, o cinayət məsuliyyəti. Zorla apar uşağın zorla qapını bağlayıb uşağa çay verir. Uşağın ondan sonra uşaq tabi nətər olub, necə olub bir şeylər gətizdirmişik, subutla, faktla əllərinə ver, bütün dəlilləri gizlədirlər, nə varlar bilmirəm. Mən burada vətən xaini deyiləm, nə bilim, devlətə qarşı çıxmamışam. Bunu niyə belə eləyirlər də? Bunu mənə çatmır. Ay dostum, gəl emosiyaları qoyaq qırağı. Burada biz qoya bilmirəm, Müşfiq müəllim, siz də atasısınız. Bilirsiniz, mən bu 1 milyon insanın qabağında çıxış eləmək. Bütün qanımı qaşığa qoyub bütün qurumlara deyirəm. Dərdimi kimə deyim, bəs nətər eləyim? Bunlar gündə bir canlı açır bu. İndi bax yenə dədir. Canlı açırlar. Başqa insanların uşaqlarını yoldan çıxardırlar. Gedirəm bunu şöbəyə təqdim eləyirəm. Deyirəm baxın. Yenə heç kim baxmır.
Ay qardaş, kimə deyim, dağa deyim, təpəyə deyim, nə bilim, bir dənə cənab nazirim sağ olsun məni qəbul elədi, göstərişini verdi, dedi dərhal hamısı tutulsun. Faktatan qardaş, cənab nazir gedən kimi yenə bizim əlimizə bir dənə lapaqqa sapır getdin ha, ya Allah. İndi qulaq as. Bəli. Burada neçə nəfər şəxs məsuliyyət alınıb, cinayət məsuliyyətinə? Bir nəfər. 2 nəfər də deyir ki, gedə tutacağın da deyir, tələsmə, nə olubdu deyir. Deyir gözdə tutacağın. Faktiki bir nəfər məsuliyyət alınıb. Bəli, bəli. Amma zərər çəkən deyir neçə nəfər olub bunlar? 4 dənə, 5 dənə uşaqlardır, qız uşaqları da var. Onların valideynləri də deyir ki, nə olar, ölmüşük, ölümümüzü gör. Sənin işiyə baxırlar ki, bizim də deyir uşağın adını çəkəcək. Bizim uşağın adını çəkmə deyir. Hamısına da gedib deyirəm, bilsinlər, yəni Azərbaycan xalqın bilsin ki, qadan alım. Bu gün deyil. Məni ya gəlsinlər, atıb öldürsünlər, ya da bu ləkəni mənim üstümdən təmizləsinlər. Mən xahiş edirəm, artıq dərəcədə, yenə də mən bari gəlsinlər, məni maraqlansınlar ki, mən necə tərbiyəli evlad böyütmüşəm. Mənim az yaşlı uşaqlarım Heydər Əliyev adına hərbi liseydədir. 15 yaşından, 16 yaşından oradadır. Mən nətər belə oldum ki, belə bu dərəcəyə düşdüm. Mən vətən xaini deyiləm, mən erməni deyiləm. Mən niyə bu boyda səhlənkar yanaşırlar? Mən cinayət törətməyimi gözləyirlər, əllərini, qollarını salıb bazarda alver eləyirlər. Bax, o üzə keçirəm, barmağımı tişləyirəm, bu üzə keçirəm. Amma qalıb, prosto bir dənə subuta yetirsinlər, yenə cinayəti törədəcəm. Bunu bütün qurumlara da demişəm, prokurorumuza da demişəm, hamıya demişəm. Prosto xahiş edirəm. Siz rayon prokurorunun yanında olmusunuz? Bəli. Ceyhun müəllim nə dedi? Ceyhun müəllim qayıtdı ki, vallahi indi daha 152-dən bağlıdır, nə bilim biz belədir da belə. Ceyhun müəllim də narahat olmayın, tutulacaq. Ha vaxt tutulacaq. Əllərini, qollarını salıb canını açırlar kişi. İstəyirsə Müşfiq müəllim, direktdə sizə bütün subutları, faktları tullayım, özünüz baxın, qərar verin. Dərdim indi sabahlam gəlirəm Bakıya. Cənab nazirin qəbuluna çıxacağam. Yazılmışam usta. Prezidentimin qəbuluna çıxacağam. Nə bilim bütün qurumlara çıxacağam. Yəni bundan da baxmırlarsa nə deyim mən? Vallahi mən heç nə demirəm. Mən bir maraqlanır ki, gəl bir məsələni aydınlaşdıraq da. Bu uşağı həbs eləmişdilər bu. Bir gün saxlamadılar. Külli miqdarda pul verildi, çıxıldı. Yox, bir qulaq as da. Bunu çox güman ki, müstəntiq saxlayıb, çıxardıb məhkəməyə, həbs eləmək üçün. Bəli. Qulaq as. Bəli. Müstəntiq bunu çıxardıb məhkəməyə. Amma məhkəmə bunun barəsində ev tutaqlığı qətimkan tədbiri seçib. Mən belə başa düşdüm. Bəli. Düppədüz vurğuluyursunuz. İndi yaxşı, bu halda rayon prokuroru məhkəmənin həmin qərarından protest verməlidir. Apellyasiya protesti. Bunu verib bizə deməyiblər. Yox. Mən 10 gündən sonra baxmışam ki, çöldə kimsə gəlir. Bu nədir dedilər ki, ev tutaqlığı ver. Bir gün içində cinayət nətər araşdırıldı, subuta yetirildi ki, yox, ev tutaqlığı, dostum, ev tutaqlığı başqa şeydir. Ev tutaqlığı qətimkan tədbiridir. Ev tutaqlığında olan şəxs hələ o cinayətin ittihamı altındadır. Onu heç kəs azad eləməyib ki, sən bu cinayət eləmirsən. Zaten ona qandal var, Müşfiq müəllim. Bir qulaq asmırsan, qulaq asmaq istəmirsən, mən səni başa salmaq istəyirəm. Bu adamın törətdiyi cinayət 3 ildən 6 ilədir. Bu az ağır cinayətlər kateqoriyasına aiddir. Bu iş hər bir halda məhkəməyə gedəcək. Müstəntiq istəyib ki, bunu həbsə aparsın. Aparıb da. Amma məhkəmə bunun haqqında ev dustaqlığı qətimkan tədbiri seçib. Ev dustaqlığının olmağı o deməkdir ki, bu adam bu cinayətdə ittiham olunur və buna ittiham verilib. Bu adam cinayətdən kənar deyil. Sadəcə mən bir şey başa düşə bilmirəm ki, məhkəmə belə bir cinayət törətmiş şəxsi niyə ev tutaqlığına buraxıb? Məsələ budur. Və burada mən də sizə deyirəm də, qurban olum. Niyə də mən onu demək istəyirəm. Və burada prokuror həmin qərardan protest verməli idi ki, apellyasiya məhkəməsi buna baxsın və tutsun. Bəlkə prokuror protest verib apellyasiya məhkəməsi qüvvədə saxlayıb ev tutaq. Xeyr, dedi ki 152-dən baxıldığı üçün ağır sayılmır.
Ay qardaş, bu 152.1 deyil. Bilirəm, ağır deyil. Mən deyirəm də az ağır cinayətdir bu. 3 ildən 6 ilə. Amma 152.1 ilə baxıla bilməz. Uşağın hadisə törədərkən az yaşlı olubsa, 13 yaşı olubsa 152.2-dir. Birinci isə deyil. Və bu cinayət elə bir cinayət, adətən bu cinayətdə ittiham olunan şəxslər həbsdə olur. Bizdə yox, hamısı çöldədir. Canını açırlar, qız tuturlar. İstəyirsiniz faktları göndərim sizə. Bunu aparıb bağların müstəntiqə göstərmişəm ki, belələrini buraxırsınız ki, məndən savayı başqasının da balaları çıxartdı mənə. Nə oldu? Çıxartdım. Oradadır. Sabırlı ol, sabırlı ol. Müşfiq müəllimə zəng gəlibdir. Səhifəyə takib atmayanlar zəhmət olmasa takib atsın da. Mövzu ilə bağlı ola bilər, spam gələr bizə. Zəhmət olmasa bir 100 dənə gül atın da. Dostlar, üzr istəyirəm. Mənə telefona zəng gəlmişdi, ona cavab verirdim. Bax dostum, sən burada iki şeyi aydınlaşdır. Birincisi, bu məsələ ilə bağlı birinci müstəntiqdən soruş ki, bu işi nə vaxt məhkəməyə göndərməyi planlaşdırır. Məsələ bu. Digər şəxsləri məsuliyyətə cəlb eləyəcək ya eləməyəcək. Bu cinayət işi neçə vaxtı qaldırılıb? 6 aydır. Fevraldan yox. Fevraldan. Fevral, mart, aprel, 15-dən. Fevralın 15-dən. may, 4 aydır. Yəqin ki, bir 2 ay dindən sonra gedəcək hələ bu cinayət işi. 2 ayda hələ istintaq aparılacaq burada. 2 ayda istintaq gedəcək. Amma yenə deyirəm, burada, bax, o deyirsən 4 nəfər var. Onlar da gəlib iştirak eləyib. O 4 nəfər dindirilib, onlar istintaqa nə ifadə veriblər? Dindirilmir. Dindirilmir, Müşfiq müəllim. Yox, ola bilməz, qız uşağı onların adını çəksin və onlar dindirilməsin. Elə bir şey ola bilməz. Dindirilmir müəllim. Ay qardaş, 2 nəfəri, Bir də baş. bax biz gəlini gətirdilər, dindirdilər. Bir də o 2 nəfər. Bir də o 2 nəfəri. sənin vəkilin varmı? Bax, Nə deyir bə vəkilin? Vəkil də susur. Bayaqdan möhkəm danışır, indi susur. nə bilim, Müşfiq müəllim, vallah bilmirəm. Ay qardaş, bu vəkil necə yəni bilmirəm. Nə deyir vəkilin sənin? Vəkilin deyir ki, narahat olmayın da. Vəkilin deyir ki, tutulayı. İndi yox, tələsməyin. Burada bax hələ istintaq gedir. Bəzi işlər olur ki, iş məhkəməyə getməyə 15-20 gün qalmış, bir görürsən müstəntiq 5 nəfər birdən tutdu. İndi bu istintaq gedir. İstintaqın hələ ortasında biz aləmi qatıb deyə bilmərik ki, hə, bunlar tutulmur, burada qanunsuzluq var. Mən sən deyəni başa düşürəm. Amma ola bilməz ki, qız burada 4 nəfərin adını çəksin və o 4 nəfər istintaqda dindirilməsin. Belə bir şey ola bilməz əzizim. Onlar antisimi ilə asız? Yox, buna özü də cənab nazir, Daxili İşlər Naziri də göstəriş verib ki, Bəli, göstəriş bizi şəxsən qəbul eləmişdi. Bildim. Çox Yəni sağ olsun. o sözdən sonra necə ola bilər ki, bu adamlar dindirilməsin? Bu inandırıcı deyil axı. Bunu da bilmirəm. Yəqin mən şər atıram, Müşfiq müəllim. Yox, bəlkə dindirib müstəntiq sizə demir. Dindiribsə ondan mənə niyə demir? Sizə deməli deyil axı bunu. Yaxşıdır, tamam mı? Müşfiq müəllim, cinayət yeri 4 aydan sonra açılır. Səbəb nədir? Deyir, evin yəsi deyir ki, mən qapını açmıram. Bax, əziz qardaş, biz elə şey, bəzən mən valideyn kimi sizi başa düşürəm. Amma tutaq ki, müstəntiq bu gün çağırıb filan kəsi dindirib. Bunu sənə deməli deyil ki, mən bu gün filan kəsi dindirmişəm. Bu istintaq sirridir. Tamam, mən dindirdiyi sizdən adamı- razı Müşfiq müəllim. Mənə deyir ki, Dindirdiyi adamın açotunu sizə verməli deyil axı. bu. tamam, razıyam da, mən qanun hər şeydən önəmlidir. Tamam, mən sizdən razı. Bu müstəntiqimiz deyir, bunları bir-bir aparacağım. Biri tutulacaq, sonra opsi tutulacaq. Ha, belə şey olur. Hadi indi yazıq deyib ki, tutacam da, biraz səbirli ol da. Bilirəm, 152.1-dən baxmağı
152.1 deyil, əzizim, 152.2-dir. Sənə biri kim deyil? 152.1. Müşfiq müəllim, mən bu canlıdan sonra sizə istəyirsiz İstəyirəm, bax, bir şey çəkib dəqiqə dayan. göndərərəm hamısını. Cinayət işi ola bilər 152.1 ilə başlansın, amma ittiham 152.2 ilə veriləcək. Mən onu bilirəm. Siz onu bilmirsiniz. İş başlandı. Deyinci kağız əlimdədir. Verilən kağızlar hamısı əlimə veriblər. Ona görə. Hansı kağızdır əlində? Məhkəmənin qərarı. Məhkəmənin qərarıdır. Dur bax da, dur. Sada 152. 152.1-dir. Ay qardaş, nə qərardır? O qərarın başlığını oxu görün mənə. Qoy oxuyum da sizə. Hadi yox, onu demirik, opsini. Opsi. Bu sənətə. Osman'ın göndərdiyi. Ambosmanı demirik. Dostlar, səhifəyə abunə olun da, zəhmət olmasa. Adımın yanında plus var. Ona abunə olub hər gün bizim hüquq verilişini izləyin. Buyur oxu qərarı. 152 məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aha, cinayət işi 152.1 ilə başlayıb. Bu normaldır. Aha, sonra var nəsə? 3 ay müddətində ev tutaqlı qəti imkan tədbiri seçilmişdir. Cavab yox, orada ittiham ondan qabaqda hansı maddələ ittiham verilib? O yazılır. Necə Müşfiq müəllim bağışlayın, səssiz gəlmədi. Ay qardaş, siz Evet. o qərarı mənə düzgün oxuyun. Oxuyun, oxuyun. Deyənindədir bu. qərar deyil bu. Bu insan hüquqlarıdır. Orada məhkəmə 3 aylıq ev tutaqlığı verilib 152.1-dən. Ay qardaş, sizin əlinizdəki nə sənəddir, nə məktubdur, onu mənə deyin. O insan hüquqlarına gələndir. Başa düşdüm, insan hüquqlarından o məktubu mənə tam oxuyun. Yaxşı, buradan oxuyun. İnsan hüquqlarına. Bir Möhtiyev Müşfiq cinayət zorakılıq məruz qalmağına barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə Ambosmandan ünvanlandığınız şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna tapşırıq verilmişdir. Verilmiş cavabda bildirir ki, Yevlax rayon polis şöbəsi Azərbaycan Respublikası Baş Prokurorluğuna tapşırıq verilməz. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tapşırıq verilər. Yox, Respublikasının Baş Prokurorluğuna tapşırıq verilmişdir. Aha, sonra sağ ol ombudsman. Hə. Cavabdeh bildirir ki, Yevlax rayon polis şöbəsi daxil olmuş müraciət əsasında rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılmaqla toplanılmış material üzrə fakta görə 17-2 ay 2026-cı il tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 18-2-2026-cı il tarixində yetkinlik yaşına çatmayan həmin məcəllənin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona itham elan edilmiş və Yevlax rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətində ev tutaqlığı qəti imkan tədbiri seçilmişdir. Dostum, o ittiham ola bilsin mexaniki orada səhv edib. Ya sən bizə uşağın yaşını düz demirsən, ya da o ittiham düzgün orada göstərilməyib. 152.2-dir o ittiham. 152. Ya da sənin uşağının hadisə vaxtı 14 yaşı tamam olub. Hansı ayda olub? Oktyabrda. Oktyabrda neçə yaş olub? Oktyabrda Düz demək lazımdır dostum. Düz deyirəm, Müşfiq müəllim. Bu boyda millətin qarşısına çıxmışam da mən hər Sənin şeyi uşağın bilirəm. ad günü nə vaxtdır? Martın 1. Martın 1-i. Hansı il? Hansı ildir? 2011. 2011. 2011. Bir dənə dostlar hesablayın görün. 2011 Martın 1-i. 14. 14. Hadisə nə vaxt olub? 2025'te. 2025-də. Elə? Hə. Başım çıxmadı. Bizə dəqiqə deyə görüm özüm baxım buradayım. 14. Müşfiq müəllim, hesabladıq 14. 14 tamam olub. 14 tamam olub. Hə. Ay qardaş, bəbəyəkdən bizi niyə öldürürsünüz ki? Uşağın 13 yaşı olub. 152.1-dir də müstəntiq düz başlayıb da bunu. İndi o dəyişdiriləcəkdir. Heç nə dəyişməyəcək. Nə dəyişəcək ki? 152.1 ilə də axıra qədər əgər qrup müəyyən olunmasa bax dostum, görürsən, hər şeyi bax beləcə danışırıq. Səsküylə aydınlaşdıranda görürsən ki, özün səhvsən.
Bayaqdan deyirsən 13 yaş. 13 yaş başqa şeydir, 14 yaş tamam olma başqa. 15 yaş keçmiş. Bax, Dayan üzr bizə istəyirəm. dəqiqə. Dayan bizə dəqiqə. 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli digər hərəkətlər etmə. Maksimum cəza 1 ildən 3 ilə qədər müddət azadlıqdan məhrum etmədir. Qardaş, bu cinayətlə bayaq mənim dediyim cinayətin fərqi çoxdur, əzizim. Bu indi normal o statyadır, Müşfiq müəllim. Mən demirəm, normal statyadır. Amma burada cəza bir var 3 ildən 6 il olar, bir var 1 ildən 3 il olar. Məhkəmə də o qətimkan tədbirini ev tutaqlığına seçəndə deyir ki, qardaş, burada 1 ildən 3 ilə qədərdir bu. Bunu niyə həbs eləyirsiniz ki? Ev tutaqlığı verirəm, bu adam istintaqdan qaçmır. Bu adam zərər çəkmişə təzyiq göstərmir. Bu adamın yaşayış yeri var, indi başa düşdük cinayət eləyib. Göndər məhkəməyə, getsin məhkəmə buna cəza versin. Niyə həbs eləyirsiniz ki bu adamı? Hakim belə qoyur məsələni. Bu doğrudurmu Müşfiq müəllim bu belə? Ay Məmmədzadə, valla sən də elə bir ki, qoşulmusan müəyyən adamlara, adamın əsəbinlə oynayırsan. Qanun deyir ki, 12 yaşdan 14 yaşa qədər bir cəzadır, 14-dən 16-ya bir cəzadır. İndi bayaqdan deyirsən ki, nə fərqi var bunun? Mən demirəm, qanun orada 3 il cəza qoyub. Bir var 1-dən 3 olar, bir var 3-dən 6 olar. İndi başa düşdüm Müşfiq müəllim. İndi mən sizə izah elədim. Da indi bildik. Bax bunu niyə bu boyda uzadırlar? Yaxşı da onu da deyirəm. İndi siz bütün hamısını qanunla danışdınız, mən başa düşdüm. İndi niyə bu boyda bu uzadırlar? Onu demək istəyirəm. Bax, burada məsələ nədir, dostum? Bu adamın cinayəti tam sübuta yetirilib ki, buna ittiham verilib. 152.1 ilə. İttiham bugünkü gün düzgün verilib. Yəni, yaşına görə və orada da müstəntiq müəyyən eləyir ki, burada könüllülük var. Könüllü olmasa buna başqa maddə verməliydi, zorlama verməliydi. Zərər çəkən Bunu demək istəyirəm ki, Müşfiq müəllim, burada da çox danışa bilmirəm. O könüllülük yoxdur, Müşfiq müəllim, onu demək. Təhcə gedədən kimsə aparır ki? Və bu gəlin niyə aparır? Az yaşlı uşaqları. Niyə evə salır, qapı bağlanır? Mən onu demək istəyirəm, Müşfiq müəllim. Mən belə başa düşdüm ki, bu hansısa gəlinin evində görüşüb bunlar. Yo. Hazırlıqdan çıxardı, bu gəlin aparıb başqa evə. Bildim də, yəni kimsə istiqamət verib deyib gəlin gedin orada görüşün. Belə deyək də. Gəlin gedək bizdə otur çay iç, gedək atan gəlincə səni gəlib götürəcəklər. Bax elə olur. İndi bax sənin qızının belə deyək də dostum 15 yaşı var da. Yəni bu 15 yaşda öz qızında heç bir günah görmürsən sən. Xeyr. Yəni o nə günah görürsən deyim sat. Eləməyə hazıram. Deyin mən sizdən razılaşıram Müşfiq müəllim. Yəni bu 15 yaşda bu oğlan 15 yox, 14 yaşda. 14 yaşda bu niyə oğlanla danışmalıdır? Yox da axı. Çay içməlidir. Bu niyə başqa dərsdən çıxıb evə yox, başqa yerə getməlidir? Bax burada qərəzli şəkildə danışmayaq gözəl qardaşım. Mən onu deyirəm. Yox, mən gördüm, mən sizə hər tərəfli etirəm. Bax bizim birinci bütün Yevlax şəhəri hamı bizi də tanıyır. Hələn bizdə telefon söhbəti ola bilməz. Oğlanla danışa bilməz. Orada deyirəm ki, hazırlıqda olan gəlin çıxıb uşağı deyir, bizdə otur çay iç. Oğlanla danışılmır. Bu uşaq gedib hazırlığa, düzdür? Bəli. Bu hazırlıqda olan gəlin kimdir? Müəllimdir bu. Xeyr, onların qonşusu, qapı bir qonşusu. Bu qapı bir qonşu ilə sənin qızının nə münasibəti var? Münasibəti yoxdur da. Orada balam atanı gözləyirsən, hə? Gedib bizdə çay iç, sonra gəl atan götürər səni. Yaxşı, indi bu da gəlinin sözündən girdi, ora gəlin də tez onun yanına oğlan saldı. Bu biraz məntiqsizdir axı. Müşfiq müəllim, hamısı subuda yetirilib bu polis şöbəsində. Dostum, mən demirəm, sən. Qardaşım, mən demirəm, sən. Məntiq deyirsiz, deyirəm hamısı subuda yetirilib. Hamısı bu cinayətə, məsuliyyətə cəlb olunub. Mən narazılığım bilirsiniz nədir? Mən narazılığım odur ki, prosesi niyə bu boyda uzadıblar? Niyə bu boyda cinayəti məsələn 152.1-dən baxılıb? Mən narazılığım odur.
Siz Mən də dediniz, ay sor, Bəs mən deyirsiniz sübuta yetib. Sübuta yetib də elə könüllü olmağı sübuta yetib də. Bunu demək istəmirsiniz. yox, müəllim, yox. Yəni burada zorakılıq var. Qızınız nə deyir? Bəli. Deyir zorla nədir mənim? Müşfiq müəllim. Bax görün nə deyirəm. Təz üzəyə mən Allah hamd olsun insanlıqdan çıxıram. Yenə də deyirəm, mən bura qoşulmağımın səbəbi budur ki, sabahlarım gəlirəm Bakıya. Bax özüm də bu şeydə. Bu işə mən deyirəm ədalətli, haqqdan, qanunla baxılsın. Baxılmırsa, yəni qardaş, bizə hər şeydən önəmli təmiz addır. Təmiz yaşamaqdır. Mən durub başqa şey danışmıram, başqa şey eləmirəm. Mən sadəcə bu canlıya qatılmaq səbəbim budur ki, ay millətim, evladlarınızı qoruyun. Evladlarınızı qoruyun. Bəli. Ehtiyatlı olun. Burada 3 dənə, 4 dənə az yaşlı uşağın da qanı batıb. Onlar da səsini çıxartmayıb ki, doldu, ölmüşük, ölümümüzü gör. Mən bunu sadəcə ictimailəşdirməyim səbəbi odur ki, mənim başıma gələn fəlakət başqa insanın başına gəlməsin. Mənim qeyrətim, namusum bu şeyi təbliğ eləyir ki, başqa şey, mənim üzümün suyu getdi bu sizdən danışıram. Burada da hamı qulaq asır. Mən onu deyirəm ki, evladlarınızı qoruyun, evladlarınızı qoruyun. Mən ondan tam razıyam dostum. Hər bir valideyn, hər bir ana evladını xüsusilə 14 yaş, 15 yaş, 16 yaş qız uşağı olsun, oğlan olsun, bunu qorumaq lazımdır. Hazırlığa saat neçədə gəldin, çıxanda bir ana zəng eləməlidir. Çıxdın mı? Bu Yevlax nə böyük yerdir ki, bu hazırlıqdan evinizə qədər nə qədər yoldur sizin? 5 dəqiqəlik yol. 5 dəqiqəlik yolu 14 yaşında, 15 yaşında uşaq piyada gedə bilmir. Yox, özüm maşınla aparıb maşınla gətirirdim. Bildim, gedib qonşudan niyə gözləyir ki, elə çıxsın. Mən pis mənada demirəm, mən sizi ittiham eləmirəm. Açığın deyim. Buna salam verir ki, yoldan çıxar. Mənim burada olmamağımızdan istifadə olunub. Biz Bakıda əməliyyatxanada olmuşuq. Bu vaxtda hadisə baş verir. Qardaşını gözləyir. Ağır əməliyyat keçirdəndə Bakıda olanda olubdu. Burada da sadəcə deyirəm ki, bax belə bir şeylər gedir bizim rayonda. Mən də deyirəm, birini tutub ədalətli şəkildə cəzalansın. Başqa evladlar əziyyət, başqa balalar bədbaxt olmasın. Başqa mən nə deyirəm ki? Pis nəsə deyirəm, mən vətən xaini deyiləm, ya millətimin düşmanı deyiləm. Mən sadəcə bunu deyirəm da, başqa nəsə deyirəm. Mən sizə bir dənə şey deyim. Bax, bu iş onsuz da gec-tez müstəntiq bunu məhkəməyə göndərəcək. Buna sizin zərrə qədər şübhəniz olmaz. Və o adam, mən sizə 100% deyirəm ha. Orada 1 ildən 3 ilə qədər tutqu var. Sizin qızınız orada zərər çəkmiş kimi tanınıb. Məhkəmədə əgər sizin qızınız o adamı bağışlamasa, barışmasa, əminliklə deyirəm ki, məhkəmə ən azı ona 1 il yarım, 2 il iş verəcək. 100% deyirəm. Qurban olaram sizə. Mən də belə qanunlarımıza böyük hörmətim var. Neylə 1 il içirir? Mən də oradan əfv eləyəcəm. Sonra burada söhbət xətim olacaq. Mən sadəcə deyirəm ki, Müşfiq müəllim, sizə qurban olaram. Bax, sizin çünki canınızda çox adam olur. Bunun qoşulmağım səbəbi odur ki, evladlarınızı qoruyun. Evladlarını qorusun. Bugünkü gündə mənim başıma gələn fəlakət başqa insanların başına gəlməz. Mənim pisatlarım öz evladımın dərdi yandırır. Bu barədə 4 dənə uşağın da dərdi yandırır məni. Onu da gedib onların valideyninə deyə bilmirəm. Yox, o 4 uşağı siz hardan bildiniz? Bu söhbətdə haqq hesabda gedir.